Dostlar salam. Günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şünasa xoş gəldiniz. Bugün yenə gecə yatmadığım bir sabaha gözümü açmışam. Çünki üzərimdə ciddi bir məsuliyyət hiss edirəm. Cahil cəsarətimi toparlayıb 2 illik çərəz podcasterlıq canımla ölkənin mediasının ana sütunlarından olan bir nəfəri qonaq çağırmışam. O da sağ olsun qəbul eləyib. Yəni rekdən öncə də söz verdim ki, həyəcanlanmayacağam, amma çalışacağam ki, həyəcanlanmayım. Bugünkü qonağım Azərbaycan mediasının öndərlərindən, ana sütunlarından, mövqeyi ilə, qələminin kəskinliyi ilə hər zaman seçilən Mirşahin Ağayev. Dostlar, bu Təşəkkür edirəm. xoş gəlmisiniz, necəsiz? Xoş gəldiyimə görə yaxşıyam. Çox şükür. Mirşahin bəy, mən araşdırdınız, gəlməmişdin əvvəl. Biraz. Araşdırdınız. Biz sizi bir həftə öncə dəvət etmişik, amma mənim hazırlığım bir həftə ərzində olmayıb. Mən 2 ildir sizinlə müsahibəyə hazırlaşıram. Nə vaxt ki, mən podkast açmaq istəyirəm düşüncəsində olanda, təbii ki, bu podkastın da qonaqları olmalıdır, var bir arzumuz. O siyahıda 6 nəfərdən biri siz idiniz deyə mən 2 il ərzində bu müsahibəyə hazırlaşırdım. Buna görə maraqlı müşahidələrim var sizin haqqınızda. Sizin müsahibələrinizə baxanda sizi tanımaq üçün son illərdə verdiyiniz 2 müsahibədəki üslubunuz diqqətimi çəkdi. Demək, müsahibə alan xanıma bildirirsiniz ki, sizə araşdırıb gəlmişəm, sizə sizin haqqınızda məlumatlar verə bilərəm. Başqa bir xanıma, başqa bir müsahibənizdə deyirsiniz ki, sizi araşdırıb gəlmişəm, hətta verə biləcəyiniz sualları təxmin edib yazmışam da. Mirşahin müəllim, bu ilk baxışda peşəkarlıq və qarşı tərəfə diqqət kimi görsənsə də, mən düşünürəm ki, bunun altında dərin psixoloji məqamlar var. Çünki siz müsahibəyə bu formada gəlmirsiniz. Siz öncədən oyunun qaydalarını təyin edirsiniz, bunu qarşı tərəfə bildirirsiniz və müsahibəyə gəlirsiniz. Bu üslubun altında nə dayanır? Güc balansının idarəsi, müsahibəni təsadüfə buraxmamaq, qarşı tərəfə nəzarət, yoxsa sadəcə özünə hörmət? Yox, bu peşəkarlığın əlamətidir. Peşəkarlığın mənə aşıladığı vərdişlər sistemidir. Mən sizi də araşdırmışam və təxmin edirəm hansı sualları verəcəksiniz mənə. Amma mənim araşdırmalarım obyektiv olmaya bilməz. Bu mənim vərdişlər sistemi mənə öyrətdiyi, məni gətirib çatdırdığı məqamdır. Və deyim sizə ki, birinci sualı mənə verən xanımı da xatırlayıram. İkinci adını çəkmədiyiniz, eyham vurduğunuz xanımı da xatırlayıram. Yəqin ki, o sualı siz mənə verdiyinizə görə sizə də deyə bilərəm ki, bəli, araşdırmışam və araşdırmalarımın nəticəsində sizə müsahibə verməyə razı olmuşam. Çünki mən özünə hörmət edən insanları sevirəm. Peşəsinə hörmət edən insanları sevirəm. Əslində, sizin peşəniz daha çox geyindirməklə bağlıdır. Bəli. Amma fəaliyyətiniz soyundurmaqdır. Baxır kim onu necə qəbul eləyir. Səlqə ilə soyunmaq var, pinti soyunmaq var, sadəcə vərdiş kimi soyunmaq var. Mən şəxsən belə hesab edirəm ki, istənilən layihəyə, istənilən söhbətə gedən adam hazırlıqlı getməlidir. Əlində olan hər şeyi götürməlidir. Yadında olan hər şeyi götürməlidir. Ola bilər ki, nəsə lazım olacaq, ola bilər ki, lazım olmayacaq. Məsələn, sizin mənə elə suallarınız ola bilər ki, mən o sualların cavabını özümdən gətirə bilərəm. Amma elə suallar da olacaq ki, yəqin ki, mən o sualların cavabını özümdən götürməmişəm. Mənə elə gəlir ki, müsahibəni də maraqlı eləyən mənim özümlə götürmədiyim cavabları sizə təqdim eləməkdən ötürü sizi mənə ünvanlayacağınız suallar olacaq. Bu baxımdan təkrar edirəm, hazırlaşmaq sırf peşəkarlıq əlamətidir. Mən korrespondent və respondent anlayışların hər iki düşərgəsini yaxşı bilirəm. Mən deyilənlərə görə pis korrespondent deyiləm, amma eyni zamanda pis respondent də deyiləm. Səmimiyyətin imkan verdiyi dərəcələrdə, səmimiyyətin imkan verdiyi hüdudlarda layiqincə davranmağı bacarıram, xüsusilə mənə ləyaqətlə yanaşılanda. Anladım. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Demək,
Bu mövzuda fikirləriniz mənə çox maraqlıdır ki, son dövrlərdə bəzi kişi personalar var ki, podkastlar açırlar, podkastlara qonaq gedirlər və bu insanların məzmunlarının əsas tərkib hissəsi qadınlara aid mövzulardır. Məsələn, boşanmalar, qadınların boşanmaya olan münasibətləri. Bir müddət sonra nitqdə İnsan düşünür ki, bu tək fikir mübadiləsi deyil, burada qərəzli bir mövqe var. Ya bu adam anası tərəfindən, ya da həyatındakı hər hansı bir qadın tərəfindən travma alıb deyə bu üslubda danışır. Mən sizin haqqınızda, sizin yaxın ətrafdan məlumat toplayanda, sizin haqqınızda deyilən bir şey çox diqqətimi çəkdi ki, Mirşahin Ağayev qadınlara həssasdır, ultramədənidir və onun zəif nöqtəsidir ki, hər kəsə mədəni bir yanaşması var bütün qadınlara. Mənə çox maraqlıdır ki, bu dəyərlərdə, bu kimi həssas dəyərlərdə olan bir kişinin fikri sizə görə belə bir dəyərlərə sahib olmaq üçün bir kişinin bir qadına olan münasibətinin başlanğıcı hardadır? Atasının anasına olan münasibətində, böyüdüyü ailə modelində, yoxsa həyatında iz qoyan qadınlarla yaşadığı təcrübələrdə? Hər üçündə. Hər üçündə, amma eyni zamanda dördüncü qütbü də unutmayaq. Dördüncü qütb? Mütaliə etdiyim əsərlərdə, oxuduğum kitablarda. Mən ümumiyyətlə qadın haqqında sizə düz məlumat veriblər, fərqli düşünürəm. Mənim ötürü qadın yaranışın ən mükəmməl nümunəsidir. Ən pis qadın belə. Ən pis qadın belə yaranışın ən mükəmməl nümunəsidir. Ola bilər ki, o korlanıb, ola bilər ki, tale tramvayı, tale qatarı onun üstündən keçəndə hardasa bir Anna Kareninalı yanaşması, yaxınlaşması, yaşanması keçə bilərdi taleyindən, bunu eləməyib. Bəlkə də intihardan salamat çıxıb, amma bütün onlarda qadınlara münasibəti mənim həmişə fərqli olub. Mən 2020-ci ildə 2-ci Qarabağ müharibəsində 44 günlük müharibədə və 2023-cü ildə antiterror əməliyyatı dövlət suverenimizin təmin olunması ilə bağlı aparılan əməliyyatda Azərbaycan qadını haqqında düşüncələrimdə nə qədər yanılmadığımın şahidi oldum. Məsələn, mən bu yaxınlarda bir film verdim. Mənim həmkarım Aybəniz Məhrəmova Ana çiynində vətən və ya vətən ana çiynində. Söhbət burada nədən gedirdi? Söhbət bir ananın şəhid olmuş övladını öz çiynində, tabutda qəbristanlığa aparmasından gedirdi. Bu qadından gedirdi daha doğrusu və o qadın bizim analarımız idi da, yəni bizim keçmiş qadınımız idi. Və eyni zamanda bugünün qadını da var idi. Naxçıvan Muxtar Respublikasında öz həyat yoldaşını eyni təntənə ilə, eyni əzəmətlə çiynində qəbristanlığa aparan şəhid həyat yoldaşı. Bu da bizim bugünümüz idi. Mən əminəm ki, gələcəkdə də öz həyat yoldaşını, öz sevgisini çiynində əbədiyyəti daşımağa adamlarımız olacaq. Və bu mənim arzularım deyil, bu romantika deyil, bu doğrudan belədir. Mən Azərbaycan qadının nə qədər möhtəşəm, nə qədər böyük olduğunu gördüm. Bu mənada Azərbaycan qadını həm incədir, həm zərifdir, həm də sizə deyim ki, Azərbaycan qadını qədər qüdrətli, möhkəm, əzəmətli qadın da yoxdur. Çünki biz Azərbaycan qadını haqqında danışanda adətən ya pıçıltı ilə danışırıq, ya amiranə danışırıq, hökmvari danışırıq, ya da ki susuruq. Mən şəxsən belə hesab edirəm ki, qadın məhz o hissdir ki, o hissədir ki, insanı həmişə formada saxlayır, kişini həmişə formada saxlayır, oğlu həmişə formada saxlayır, övladı həmişə formada saxlayır və bütün bunlarla bir yerdə cəm olaraq dövləti, vətəni, torpağı formada saxlayır. Ana vətən haqqında çox danışırlar. Mənim ana vətən anlayışına münasibətim fərqlidir. Mən şəxsən belə hesab edirəm ki, ana vətən heç də analara və yaxud vətənə kompliment deyil. Ana vətən anlayışı bioloji olaraq, mənəvi olaraq, fizioloji olaraq çox böyük bir həqiqətin adıdır. Məsələn, vətən əslində anadan sonradır.
birinci vətənimiz anadır. Birinci vətənimiz anadır. Vətən ikinci əldir. Biz anamızın bətninə düşürük. Ora olur birinci vətən. Ona görə ana vətən deyirlər. Və ona görə məndən ötürü ana vətənin çiynində şəhid övladın əbədiyyətə yola salınması həm də fəlsəfidir. Bu baxımdan mən qadına münasibətimdəki həssaslığın bir hissəsidir. Bundan bağlayıram. Digər tərəfdən mənə elə gəlir ki, qadın həyatın mənasıdır. Bir mənalı şəkildə bu belədir. Dediniz ki, dördüncü tərəf də var, oxuduğunuz əsərlər. Bəli. Bu məndə belə bir hiss yaradır ki, bu sizin oradakı qadın qəhrəmanlarla qurduğunuz empatiyadır. Sizin haqqınızda deyilənlərdən biri də oydu ki, siz empatiya duyğusu çox yüksək birisiniz. Bir kişinin yaxşı, bu sualı belə qoymaq istəyirəm. Empatiya həm də müdrikliyə aparan yoldur. Çünki biz nə qədər fərqli kimliklərlə empatiya qursaq, ortaq nöqtələr taparıq və o şəkildə müdrikləşərik. Bir insanın bu qədər empatiya duyğusunu Azərbaycan duyğusunu yüksəldən nədir? Empatiya duyğusunu əsərlərdə. Görünür əsərlərdə bizim yaşadığımız, əsərlərdən aldığımız emosiya porsiyası, duyğu payı məhz elə mənim verdiyim bayaqki cavabı davam elətdirsək, əslində elə budur. Yəni mən deyim sizə, oxumusunuz yəqin ki Dostoyevskini. Bəli. Cinayət və Cəzadan danışaq. Bəli. Liza var idi orada. Bəli. Marmeladova. Bəli. Və var idi orada Svidrigaylov. Yadınızdadır? Bəli. Və bu adamların qəribə bir münasibət sistemi var idi. Məsələn, bəlkə də Azərbaycanda istənilən indi bu saat mənzildə, küçədə, başqa bir kommunal şəraitdə kimləsə soruşsan sarı vərəqə, adamın ağlına nə gələcək? O saat gələcək ki, ya idmançıya göstərilib sarı vərəqə, ya da ki, sarı sözü adamların yadına sarı işığı salacaq, işıq var orada. Amma axı o vaxt əxlaqsız qadınlara da sarı vərəqələr verirdilər və əxlaqsız qadınların legallaşmasını o sarı vərəqələrlə müəyyən mənada cəmiyyətə təqdim edirdilər. Ki, sənin görüşdüyün qadının hər hansı bir dəri, zöhrəvi xəstəliyi sənə keçsə belə, məsuliyyəti o sarı vərəqə daşıyır. O sarı vərəqəni daşıyan xanım daşıyır. Bu mənada biz belə obrazı da görmüşük. Və eləcə də Əsləbə Kərəm oxumusunuz yəqin. Bəli. Bütün əsər düymələr üzərində qurulub. Bəli. Sallanıban gələn dilbər, yaxan düymələ, məni dərdə salan dilbər, yaxan düymələ. Yadındadır? Bəli, bəli. Bax, o düymə məsələsi axıracan gəlir və Kərəm Əslinin düymələrini aça bilmədiyindən onların nəfəsindən yaranmış alov əvvəl birini yandırır, sonra da Əsli Kərəmin külünü süpürəndə, qorduşur, o da onu yandırır. Biz bu elementi də görmüşük. Bayaq adını çəkdiyimiz Anna Karenina da xatırlayırıq. Tahir Bəzöyrə dastanını da oxumusunuz yəqin. Onu oxumamışam. Gecə bəyaz, gündüz bulud, qaldım dəryada, ana köynəyimi qurut, qaldım dəryada. Tahir dəryada tək qalanda Zöhrənin eşqi ilə qalır. Yəni insanları mən müxtəlif qütblərdə danışıram. İndi məsələn Kəylə və Dimlədən mən dişi heyvanlardan da misal çəksəm, bioloji kontekstdə bunlar hamısı bir-birini tamamlayacaq. Bəli. Bu mənada empati səmimiyyətin nəticəsidir və ya səmimiyyətin başlanğıcıdır. Qovuşmağın başlanğıcıdır. Bilirsiniz, sevginin əlifbası və qənaətlərin yekunu daxil olmaqdır. Nə isə sevirsənsə mütləq içəri can atırsan. Mütləq içəri keçmək istəyirsən. Bu qadınla münasibətdə də belədir, ölkə münasibətdə də belədir. Əgər böyük mənada danışırıqsa, bu dünyadan gedəndə torpağa daxil olmağa qədər, ora qədər münasibətdə də belədir. Və bizim indi bu saat sizinlə danışdığımız bu empati, uyğunlaşmaq, başa düşmək, canidil olmaq, bunlar hamısı mənim sadaladığım bəlkə də ultra ilahi proqramın müəyyən hissələridir. Mən məsələn qadına münasibətimin formalaşmasında ən birinci müəllimim olaraq anamı görürəm. Mənim jurnalistikaya gəlişim də anamla bağlıdır. Mənim ilk yazılarımın redaktoru da anamdır. Mənim həyata münasibətimin formalaşmasında xüsusi rol oynayan da anamdır. Mən
Onu da desəm ki, mənim anamın orta məktəb təhsili olmayıb. 5-ci sinifdən sonra onu məktəbdən çıxardıblar. Anam amma bu natamam təhsili ilə mənə cəmiyyətə, insanların içinə bələdçilik eləyib və eyni zamanda mənə həmişə bacılarıma olan hörmət timsalında qadınlara hörmət aşılayıb. Və indi o mənim anamın mənə bacıların vasitəsilə ötürdüyü hörmət, ehtiram estafetini mən övladlarım 2 qız balama çatdırıram. Və mənim üçün yenə də deyirəm, kişinin bu dünyada əsas vəzifəsi 2-dir. Torpağı qorumaq, qadını qorumaq. Qalanı təfərrüatdır. Bilmirəm, sualınızın cavabını tamam verə bildim ya yox, amma çalışdım ki, əhatə edeyim. Onda belə çıxır ki, onda tərbiyə verilmir, tərbiyə göstərilir və bunun təhsillə heç bir şəkildə əlaqəsi yoxdur. Mən şəxsən burada Həzrət Əlinə razıyam ki, insan tərbiyəni ətrafdan alır. Yəni tərbiyə bilirsiniz necədir? Axı 5 barmağın 5-i də biri olmur. Tərbiyənin verilməsi, tərbiyənin alınması sadəcə sözdür, cümlədir. Valideynlərimiz bizə öz həyatları ilə tərbiyə verirlər. Dedikləri ilə yox. Söhbətləri ilə tərbiyə vermirlər. Hərəkətləri ilə tərbiyə verirlər. Məsələn, əgər mənim atam siqaret çəkə-çəkə mənə deyirsə ki, mən siqaret çəkməyim, təbii ki, bu tərbiyə olmur. Bu söz olur. Bu mənada mən fikirləşirəm ki, insanların bu dünyada verə biləcəyi tərbiyə şəxsi davranışlarıdır, şəxsi hərəkətləridir, şəxsi nümunələridir. Mən şəxsən necə düşünürəmsə, nəyi düşünürəmsə, onu deməkdən, yazmaqdan çəkinmirəm. Bu mənim xüsusiyyətimdir. Mən demirəm, hamı belə olmalıdır. Amma bu mənəm. Mən beləyəm. Bu mənim cızdığım həyati trayektoriyadır. Mənim cızdığım həyati ərazidir. Və bu ərazinin qanunlarını içəridə mən müəyyənləşdirirəm. Fərdi ərazinin qanunlarını mən müəyyənləşdirirəm. Ona görə sosial hesabımda da bəzən yazıram ki, mənim yazdığım statusların altına mənimlə yalnız həmfikir olanlar yazsınlar. Yəni bu mənim evimdir. Mənim evimə... Bu kritikaya açıq deyilsiniz deməkdir. Mən inanmıram ki, Azərbaycanda mənim qədər tənqidə məruz qalan ikinci bir adam var. Amma siz, amma sizdən bir söz soruşacağım. Siz nə vaxtsa mənim kimisə məni tənqid, hətta təhqir elədiyinə görə məhkəmə verdiyimin şahidi olmuşsunuz? Heç vaxt olmayacaq. Bu qədər ictimai linçə məruz qalırsınız və diqqətimi çəkir ki, bəli, buna yanaşmanız fərqlidir. Bu dayanıqlılığın yəni kökü nədə gəlir? Birinci düzəliş eləyək. İctimai linç deyil bu. Bu rəqəmsal platformada müəyyən qrupların apardığı linçdir. Çünki axı mən yalnız rəqəmsal platformada yaşamıram. Mən real həyatda yaşayıram. Mən insanların içindəyəm. Mən dükan bazara gedirəm, mən xeyirdə şərdə oluram. Kimsə sizə yaxınlaşır, nəsə deyir, normal fiziki olaraq. Ancaq şəkil çəkdirirlər, ancaq komplimentlər deyirlər, dua eləyirlər və s. və ilaxır. O rəqəmsal mühitin yaratdığı xüsusi bir münasibətlər sistemi var. O yalnız rəqəmsal platformanın içində qüvvədədir, kənarda yox. Hətta mənim yanıma gələn adamların əksəriyyəti ki var, onlar rəqəmsal platformada məni bir cür tanıyır, həyatda başqa cür tanıyır. Sonra bilmişəm ki, bu həmin adamdır, kim ki mənim haqqımda qeyri-etik ifadələr işlədib. Amma buna baxmayaraq mən ona kömək eləmişəm. Belə şeylər o qədər olub ki, söhbət ictimai linçdən getmir. Rəqəmsal mühitdə, rəqəmsal platformalarda müəyyən qrupların, müəyyən insanların dirijor çubuğu altında onların iştirakı ilə baş verir. Bu sadəcə dözüm və dəyanət məsələsi deyil bu. Bilirsiniz, mən kifayət qədər yaşlı adamam. Mənim noyabrda 63 yaşım tamam olacaq. Sovet İttifaqının qızıl dövründə mənim 15 yaşım olub, 14 yaşım olub. Təsəvvürünüzü gətirirsiniz. Bu o vaxt idi ki, Azərbaycan da Sovet İttifaqının digər respublikaları ilə rəqabətdə öndə idi və bizim Perimbel kəndində bir dükan var idi, Hüseyn Ağa kişi. O dükanda satıcılıq eləyirdi. Biz o dükana gələndə qaloşu da oradan alırdıq, ayaqqabını da oradan alırdıq, unu da oradan alırdıq, yəni kostyumu da oradan alırdıq və o Hüseyn Ağa kişi piştaxtanın yanına qoyduğu böyük yağ külçələrini, kublar, kvadratlar şəklində olan külçələri nazik sapla necə kəsirdisə və kəsəndə də dili ilə dodaqlarını belə yalayırdı belə. Özü də hiss edirdi ki, bolluqdan ləzzət alır. Mən o günləri də görmüşəm və mən o günlərin sonradan
çətinliyə çevrilməsini də görmüşəm. Mənim yadımdadır. 1991-92-ci ildə artıq biz çörək növbəsində dururduq. Səhər saat 5-dən 6-yacan falan yanırdıq. Hətta Şərikli Çörək filmində adamların nömrələrini yazırdılar, yadınızdadır. Bəli. Bax, o cür nömrə də yazırdılar və mən bunların hamısını görmüşəm. Mən 91-ci ildə görmüşəm, 92-də görmüşəm. Özü də mənim bəzi yaşlı həmkarlarımdan fərqli olaraq mən həm də salnaməçiyəm. Mən onların hamısını da yadımda saxlamışam. Məsələn, mən 1989-90-cı illərdə sərhədlərin dağıdılması hərəkatında iştirak eləmişəm. 88-ci ildə Azadlıq hərəkatında iştirak eləmişəm. Bəli. Uverturaya mən də əl qaldıranlardan biri olmuşam. Gözümün qabağında SSR dağılıb, gözümün qabağında SSR Afqanistandan çıxıb, gözümün qabağında qanlı yanvar olub və o qanlı yanvar hadisələri baş verəndə mən Qurd qapısı tərəfdə dayanmışam. 91, 92, 93, 92-ci ildə Milli Azadlıq hərəkatında hakimiyyətə gələnləri görmüşəm. 93-də qiyam olub, 94-də oktyabr çevrilişi, 95-də mart çevrilişi və s. və ilaxır. Bütün bunları görmüşəm. Və bu prosesin adı azadlıqdır. Bəli. Azad olmaq uğrunda mübarizədir. Və indi mənim apardığım, o cümlədən də daha doğrusu mənim apardığım mübarizə nəticəsində kimlərsə əgər Mirşahini linç eləməkdən, nə bilim Mirşahin kimi insanları linç eləməkdən ləzzət alırsa, bu onların həyatını yüngülləşdirirsə, Allah xətrinə mən onlara əzabımı, azadlıq mübarizəmi halal eləyirəm. Deməli, mən həm də bunun üçün mübarizə aparmışam. İndi mən bu mübarizəmin nəticələrini məhkəmə verim. Alınmır məndə. Cavab verirəm, cavab verdiklərim olur, cavab vermədiklərim olur. Bəzən mənə məlumat verirlər ki, belə bir şey yazıblar, fikir vermirəm. Məsələn, biz gecə vaxtı şəhərin küçələrində o qədər naməlum səslər eşidirik ki, onun içində canlı səsi var, onun içində fit səsləri var, onun içində külək səsləri var. Hər birinin dilini başa düşməyə çalışmırıq ki. Borgesin bir sözü var idi, deyirdi ki, küləyə solfejo dəxli yoxdur. Mən şəxsən belə hesab edirəm ki, elə sözlər, elə ifadələr, elə ibarələr var ki, onlara sadəcə fikir verməmək lazımdır. Və əgər mən doğrudan da özümü mükəmməl vətəndaş hesab edirəmsə, azadlığın yaratdığı vətəndaş hesab edirəmsə, müstəqil Azərbaycanın vətəndaşı hesab edirəmsə, o insanların mənim üzərinə gəlməyindən aldığı ləzzəti belə içimdə qiymətləndirməyə bacarmalıyam. İsa Peyğəmbər necə demişdi, yadınızdadır? İlahi keç onların günahını, onların günahı yoxdur. Çarmıq, İsa, əzab. Bax, o üç bucaqda İsa Peyğəmbərin adından deyilən ifadələr bunlardır. Mən İsa'dan artıq deyiləm. Mən ulu babam Peyğəmbər Salawatullahdan artıq deyiləm. Yadınızdadır, oxumusunuz yəqin. Hədislərdə var belə şeylər ki, Peyğəmbər Salavatullah necə təhqirlərə məruz qalırdı. Onun da yolu oydu, o gətirdi Quran-ı Kərimi. Fədakarlıqlar. Mən özümü fədakar hesab eləmirəm. Sadəcə olaraq mən öz işimlə məşğulam. Həm də belə fikirləşirəm ki, yenə deyirəm, əgər kimsə hesab eləyirsə ki, bu yolla öz daxilindəki məni, egonu təsdiqləyirsə, buyursun, Allah ona kömək olsun. Allah onun bəsirət gözünü açsın. Amin. Sizdə qəribə nüanslar görürəm. Bax, dediniz ki, sizin cəsarətli olduğunuz heç kimin, yəni bu müzakirə mövzusu belə ola bilməz. Və bayaq trayektoriya misalında da dediniz. Bir insanın bu formada cəsarətli olmağı, çünki qarşılıq gözləməmisiniz, mükafat gözləməmisiniz. Hətta müsahibələrinizin birində belə bir sözünüz var, diqqətimi çəkdi ki, mənim mükafatım xidmətimdir. Bəli. Yəni bu şəkildə cəsarətli olub, heç mi gözləntiyə girməmisiniz ki, cəmiyyət bir təşəkkür etsin, ta Aynisin dövründən, azadlıq hərəkatından, nəticədə vətəndaş olaraq bir xidmətiniz olub da. Heç mi? Ya bu nədir? Gözü toxluqdur, cəmiyyətdən gözləntini kəsməkdir. Yox, bir dəqiqə. Yaxşı sualdır, bu çox yaxşı sualdır və bu sualın cavabını mənə Şirməmməd müəllim öyrədib. Bilirsiniz ki, Şirməmməd Hüseynovun ən çox müsahibə verdiyi tələbəsi və jurnalist mən olmuşum. Şirməmməd müəllim Üzeyir Hacıbəyovdan misal çəkmişdi mənə. Onun bir sözü var idi, deyirdi ki, Üzeyir Hacıbəyov hardasa yazıb, əsl vətəndaş təşəkkürü vicdanından alır. Pafos yoxdur burada. Bu doğrudan belədir. Əgər mən hər dəfə mükafat gözləsəm, hər dəfə cavab gözləsəm, o cavablar, bu mükafatlar gəlib mənə çatmazsa, mən dəli olaram. Gözləntiyə girmirsiniz. Mən niyə gözləyim onu? Təsəvvürünüzə gətirin ki, mən indi kiməsə kömək eləyirəm. Məsələn, kimsə mənə müraciət eləyib ki, mənim balamın problemləri var. Nüfuzunuzdan, hörmətinizdən istifadə edin, xahiş edirəm. Məni tapşırın, balamı aparıram həkimə. Mən zəng vurub danışıram həmin o xəstəxana ilə, onun baş həkimi ilə.
O baş həkim həmin adamı qəbul eləyir. O adama resept verir. O adamın resepti alıb pulunu ödəməyə gücü çatmır. Mən onu qəbul eləyirəm. Onun reseptini alıram. Daha doğrusu reseptlə dərmanını alıram. Otururam maşına, aparıram onu hardasa ona çatdırıram və qayıdıram. Həmin gün, ertəsi gün daha bir həftə zəng vururam, soruşuram. Sonra yenidən maraqlanıram. Başqa bir cərraha tapşırıram. Ta o vaxta qədər ki, o uşaqla problem həll olunur. Və salam. Mən onun müqabilində onun valideynindən, yaxınından, qohumundan salam gözləmirəm, təşəkkür gözləmirəm. Bu mənim işim deyil. Mən ümumiyyətlə cəmiyyətə belə bir mesaj vermək istəyirəm ki, siz o hərəkətlərin mükafatını gözləməyin. Belə daha asandır. Müsbət cavab gözləməyin. Belə daha asandır. Bəlkə də xanımlarda biraz fərqlidir. Bəli. Məsələn, siz yəqin ki, komplimentlə stimullaşmağı sevirsiniz. İstər-istəməz qadın qulağı ilə. Bəli. Amma inanın mənə ki, bu da düzgün deyil. Çünki Rəsul Zanın sözlərinə yazılmış məşhur bir mahnı var idi. Gedər ay qız bu gözəllik sənə də qalmaz. O günləri bir gedəndə depressiya başlayır. İnsanlar artıq başlayır öz həyatı ilə mübarizə aparmağa. Biri plastik əməliyyatı eləyir, özünün qırışını aparır. Bilirsiniz, Nəbahət Çöhrənin yaxşı bir sözü var idi. O vaxt film çəkməyə gəlmişdi Azərbaycana. Qanlı Yanvar filmində baş rolu çəkilirdi, ana rolu. Daha doğrusu baş rollardan birinə. O deyirdi ki, mən deyir, üzündə plastik əməliyyat aparan aktrisalara başa düşmürəm. Onun işi dəyişməkdir. Plastik əməliyyat aparandan sonra necə dəyişəcək və qrimlə dəyişəcək? Bu mənada komplimentlərlə özünü yükləmək, özünü Egosunu zənginləşdirmək o qədər də yaxşı hal deyil. İnsan əksinə hər saatı, hər saniyəni, hər dəqiqəni hiss eləməlidir. Yaşdaşmanı da hiss eləməlidir. Qocalığı da hiss eləməlidir. Onun gözəlliyindən ləzzət almağı bacarmalıdır. Bu mənada mən düşünmürəm ki, insan əgər kiməsə nəsə eləyirsə ona mütləq təşəkkürünü almalıdır. Və mənim dediyim o misal ki var, o doğrudan belədir. Mən sizə bir şey də deyim. Bax, bu günlərdə mən hansısa bir verilişimə görə kimsə mənə mesaj yazırsa, o mesajdan xoşbaxt oluram. Ta növbəti mesaja qədər. O mesajı unuduram. Bu həyatdır. Və biz hər gün ikinci mövcud olmaq variantına, əgər varsa belə bir şey, onu hazırlaşırıq, gedirik. Bunlarla ömür yükləmək olmaz. Bilirsiniz, gözləmək bəzən elə olur ki, sən heç vaxt gəlməyəni gözləyirsən. Bu dəhşətli işgəncədir. Ona görə də mən özümdə bu vərdişi haşlamışam. Qiymətimi verənlər var. Azərbaycan Respublikasının prezidenti mənim əməyimi qiymətləndirib. Belə birinci dərəcəli vətənə xidməti ordeninə layiq görülmüşəm. İkinci dərəcəli vətənə xidməti ordeninə layiq görülmüşəm. Əməkdar jurnalistəm. Müxtəlif vaxtlarda müəyyən yarışların nəticəsində Qızıl Açar mükafatı almışam. Belə, yəni mən xidmətlərimin qiymətləndirilməsinin intizarını çəkməmişəm, defisitini yaşamamışam. Bu da olub. Amma bu mənim həyatımın müəyyən səhifələridir. Olub, yaşamışam, olub, yaşayıram və olacaq, yaşayacağam. Mənim xidmətim mənim mükafatımdır. çox dərin cümlədir əslində anlayanam. Yenə müşahidələrimə keçmək istəyirəm. Mən izləyici kimi sizin müsahibələrinizi heç podkastdan əvvəl də izləmişəm. Və düşündüm ki, bəli, mən sizin müsahibələri izləmişəm, amma insan verdiyi müsahibədən çox aldığı müsahibə də sizin haqqınızda çox şey deyir. Verdiyiniz suallar da çox şey deyir. Bu dəfə məsələn Bəxtiyar Vahabzadə ilə olan müsahibəni sizə görə izlədim. Tamamilə sizi müşahidə edirdim. Orada bir nüans diqqətimi çəkdi ki, siz müsahibə zamanı qəribə bir ritm var. Bu üslubda. Demək, məsələn, çox tarixdən, ideologiyadan danışırsınız və bir anda çox səhti sual verirsiniz. Məsələn, Bəxtiyar müəllimə təsəvvüfdən sual vermisiniz. Ardınca deyirsiniz ki, Bəxtiyar müəllim, hansı rəngi sevirsiniz? Və yaxud da Bəxtiyar müəllim, yuxular görürsünüz. Əbülfəz Elçibəy ilə 98-ci ildəki müsahibədə deyirsiniz ki, axşamınız xeyir bəy, o da deyir axşamınız xeyir. Deyirsiniz, axşamınız xeyir, sabahınız xeyir kimi frazalarla aranız necədir? Çox qəribə bir ritm var, qəribə də bir paradoks var ki,
Bunun altında hansı səbəblər var? Siz müsahibədə olan insanı ideologiyalarına görə tanıyırsınız, yoxsa onu müdafiəsiz vəziyyətə salaraq onun xarakterini daha sadə suallarda həll etməyə çalışırsınız? Biz Nədir bu? bugün həmin şeyi sizinlə elədik müsahibədən qabaq. Bəli. Bu mənim stilimdir. Bu mənim üslubumdur. Yəni bu söhbətin içində ola biləcək bütün bariyerləri, əngəlləri yığışdırmaqdan ötürü istifadə elədiyim bir mexanizmdir. Məsələn, mən hətta nazirlə müsahibə ərəfəsində çox gözlənilməz bir lətifə danışa bilərəm və onun içində qurduğu konstruksiya var. O çökə bilər və biz o ilə normal, səmimi söhbət edə bilərik. Bəxtiyar müəllimin o müsahibəsinin ümumiyyətlə çox qəribə bir tarixi var. Madam söhbət bundan düşüb, mən deyim ki, o müsahibə öz əhvalatı, öz hekayəti olan müsahibə idi. Vəsiyyəti idi, səhv etmirəm. Bəli, o müsahibəni verdi və dedi ki, bir dənə xahişim olacaq ki, bu müsahibəni mən öləndən sonra verəcəyiz. Düzdür, ondan sonra başqa kanallara müsahibə verdi, Türkiyə televiziyasına müsahibə verdi falan. Amma mən o sözümü tutdum və o müsahibəni məhz vəfat edəndən sonra verdim. O müsahibəni biz götürəndə o doğrudan da elə bilirdi ki, vəfat eləyəcək. Çünki vəziyyəti o qədər dolaşıq idi ki. Bakıda yadınızdadır, mən orada sual da verəndə təzyiqdən başlayıram, sonra təzyiqdən keçirəm, məruz qaldığı təzyiqlərə falan. O çox ağır vəziyyətdə idi ora gedəndə. Əlişir müəllim mənə demişdi ki, Allah rəhmət eləsin. Bəs Bəxtiyar müəllimlə əgər sən görüşəcəksənsə, onu biraz tez elə, o qədər də ömrü qalmayıb onun. Və mən Bakıdan Şəkiyə, onun evinə gedənə qədər yolda bir 6-7 dəfə bəlkə də saxladım maşını. Hər dəfə zəng vururdu mənə yoldaşı ki, Bəxtiyar deyir ki, gəlməsinlər. Mən yolda sürücüyə deyirdim ki, Bəxtiyar müəllim deyir ki, gəlməsinlər, qayıdırdıq dala. Sonra zəng vururdu yoldaşı mənə dedi ki, Bəxtiyar dedi ki, özü Baxtiyar deyirdi. Baxtiyar dedi ki, biraz yaxşıyam, gəlsinlər. Təzədən gəlirdik, yoldan geri qayıdırdıq. 30 dəqiqə, 25 dəqiqə gedirdik, qayıdırdıq. Məsələn, təzədən zəng vururdu ki, Baxtiyar yenə də dedi ki, gəlməsinlər. Artıq bu dəfə mən işimin, bizdə bir söz var, çəmin, tapdım. Maşını dayandırdım. Daha ki, gedib qayıtmaq hər dəfə olmurdu da. Bu, ona görə də belə elədik ki, artıq mən o hər dəfə mənə deyəndə ki, Baxtiyar deyir ki, gəlməsin, Baxtiyar deyir gəlsin, Baxtiyar deyir gəlməsin, gəlsin. Onda artıq ancaq dayandığım yerdən gedirdim. Və sonra da dedim ki, niyə dayanım? Yavaş-yavaş gedirik də. Çatarıq, müsahibəni də götürərdik. İş elə gətirdi ki, mən çatanda o dərmanla, müəyyən fizioloji təmrinlərlə özünə gəlmişdi və biz danışdıq. Ona görə mən onun səhəti ilə də bağlı danışırdım, təsəvvüflə bağlı danışırdım. Orada yadınızdadır, hətta bir sualımın cavabında belə dedi ki, mən elə gəlir ki, mən mərifət yerinə qədər gəlib çatmışam, qalana çatmışam. Bəli. Yəni, bütün bunları mən niyə onunla danışırdım? Ona görə danışırdım ki, Bəxtiyar Vahabzadə özünə qayıtsın, biraz dincəlsin, təzədən girsin o gərginliyin içinə. Əvvəldən axıra qədər o şəkildə o danışsaydı, mən düşünürəm ki, hətta mən qorxurdum ki, o ölə bilər. Hətta. Bəli, çox gərgin idi onun vəziyyəti. O dərmanların hesabına elə gümrah danışırdı. Biz o müsahibəni aldıq, qayıtdıq, gəldik. Ondan sonra təzədən o həkimlər gəlmişdilər, biraz deməli dərman vermişdilər, özünə gətirməkdən ötürü belə huşunu itirməmişdi. Yəni formaya salmaqdan ötürü addımlar atmışdılar. Bu mənim üslubum deyil yalnız. Bu məşhur bir müsahibə götürən jurnalist var idi. Privaltikadan idi, səhv eləmirəm məsələn. Urmas Ot. Bax, onun müsahibə formatı idi bu. Məsələn, sizinlə danışıb nə var, nə yox, necəsiz, işlər necə gedir, dünən harda oldunuz, nə iş gördünüz, belə başlaya bilərdi və təsadüfən gəlib soruşa bilərdi ki, tutaq ki, Kartasarın filan romanında filan yerin izahını necə görürsünüz? Bu, eyni zamanda bilirsiniz, insanı özünə gətirmək üslubudur. Birdən-birə yuxu qaçırdan anda sən üzvə sərin su vurduğun kimi bir şeydir. Bu, tək mənim üslubum deyil, dediyim ki, Urmas Otun üslubudur. Və yaxud intervyu janrının kralı sayılan məşhur Larry King'in üslubudur. Məsələn, çıxmışdı efirə bir dəfə radioda, FM radiosunda aparıcı idi və adamlara birdən-birə demişdi ki, axşamınız xeyir. Axşamınız xeyir deyildi. Səhər tezdən idi. Və adamlar diqqətini yayındırmışdılar oradan buradan ki, bu nə danışdı, çaşdı. Hamı da götürüb yazmışdı, siz çaşdınız. Amma Larry King cavab vermişdi ki, bəli, bunu çaşdım ki, diqqətiniz məndə olsun. Belə şeylər olur. Yəni bu jurnalistikanın ən xırda detallarından biridir və Bəxtiyarla deyildi bu. Ümumiyyətlə bu sizin üslubunuz. Mənim üslubumdur və mən bunu Çingiz Terkulov üçün eləmişəm.
Aytmatovla. Mən buradan onun müsahibəsinə gedəndə artıq bilirdim ki, onun tutaq ki, qonaq otağında divarda buzov şəkli var. Bu necə bilirdiniz o dövr hələ? Ona görə ki, Mircavadla onun dostluğundan xəbərim var idi. Mənim kimi sizin necə ətrafınızı araşdırmışamsa elə araşdırmalar edirdiniz? Bəli, mütləq eləyirdim. Təsəvvürünüzə gətirin ki, Çingiz Aytmatovla müsahibəyə mən gedəndə hətta onun rus dilini öyrənmək səbəbini bilirdim. Mən bilirdim ki, Çingiz Aytmatov rus dilini ona görə mükəmməl öyrənib ki, onların kəndində rus dilini bilənlər yox idi. Bir dənə bu bilirdi, az çox. Onu da çağırmışdılar kənddən, rayondan kəndin mərkəzinə ki, kəndə zootexnik gəlib. Ona mal heyvanın xəstəliyini başa salmaq lazımdır. Və o həmin o zootexnikə malların, heyvanların, xüsusilə buzovların xəstəliyini çox mükəmməl tərcümə eləmişdi. Və mən artıq o müsahibəyə gedəndə bilirdim ki, onun Mircavaddan məhz buzov şəkli almasının tarixçəsi nədir? Və mən o sualla başlayanda artıq bilirdim ki, sonda soruşacağım sual, Çingiz Aytmatova verəcəyim sual məhz Mircavadla bağlı olacaq. Və mənim axırıncı sözüm də buydu. Bu həmin buzovdur, dedi, bəli. Hər ikimiz bilirdik hansı buzovdan söhbət gedir. Mən Mircavadın buzovunu soruşurdum. Amma Çingiz Aytmatov da bilirdi ki, zootexnikin dilinə anlaşılsın deyə tərcümə elədiyi həmin o hədəfin, həmin o obyektin şəklidir bu. Bu hazırlıqsız mümkün deyil. Mən Rastropoviç Bakıya gələndə Sualınız var. Məşuqənizlə gəlmişsiniz. Bəli. Yoxsa həyat yoldaşınızla? Mən onu bilirdim. Mən bilirdim ki, Rastropoviçin 2 dənə violonçeli var. Bəli. Bax, mən bilirsiniz burada nə maraqlıdır. Mənim əlimdəki indiki alətlər, məsəl üçün sizi araşdırıram, dostlarınızı araşdırmışam, zənglər eləmişəm. YouTube var, analiz qabiliyyətimi işə salmışam. Sizin əlinizdə o alətlər olmayıb. Həvəsim olub, inadım olub və təcrübəm olub. Mən deyim sizə. Baxın, mən müsahibə götürmüşəm Rastropoviçdən. Və Rastropoviçlə mən söhbətə gedəndə artıq Rastropoviç haqqında Aganyok jurnalında gedən məqalələri oxumuşam. Məsələn, mən bilirdim ki, Rastropoviç həyatında bir dəfə violonçeldə pul yığmaq üçün çalıb və bunu da eləyib Madriddə. Bir dostunun xəstəliyi üçün pul yığıb, müalicəsi üçün pul yığıb. Və mən bu sualı ona verəndə o artıq bilirdi ki, mən onun haqqında məlumatlıyam. Və yaxud mən, nə bilim, Montserrat Caballé var idi, məşhur. Montserrat Caballé-ni müsahibə götürürdüm və mən bilirdim ki, onun səs tellərinin gimnastikası üçün istifadə elədiyi priyomlar hansılardan ibarətdir. Və mən o sualı bu yaxınlarda Placido Domingo'ya verdim. Heydər Əliyev mərkəzində konsertdən sonra. Məlum oldu ki, o tamam başqa bir gimnastikadan istifadə edir. Mən bilirəm ki, Xuraman Qasımova ilə Fidan Qasımova öz səslərini necə gimnastika elətdirirlər. Axı, biz peşəmizi sevdiyimizə görə hazırlaşmalıyıq. Baxın, siz deyirsiniz ki, mənimlə müsahibə hazırlaşmısınız, düzdür? Bəli. Mən baş direktordan qabaq, müxbirəm, reportyoram və mənim əsas işim hazırlaşmaqdır. Bəli, bəli. Mən Heydər Əliyevlə müsahibə götürəndə bilirdim ki, o 1991-ci ildə gündə bir dəfə yeyir. Və 1993-cü ildə Heydər Əliyev, Allah rəhmət eləsin, prezident seçiləndən dərhal sonra bizə müsahibə verəndə, mən o sualı ona verəndə ki, mənə sizin qida rasionunuz maraqlıdır, qida rejiminiz maraqlıdır. Mən artıq o sualın cavabını bilirdim. Mən bilirdim ki, o bir dəfə yeyir, onu dedi. Əgər nəsə dəyişiklik olsaydı, mən başqa sual verəcəydim və bəs mənə demişdiniz, axı bir dəfə yeyirsiniz. Bu hazırlıqlar jurnalistikanın əlifbasıdır. İndi bilirsiniz, mən bir şey deyim sizə. Mənim müsahibə götürdüyüm adamlar çox təəssüf ki, böyük əksəriyyəti yoxdur dünyada. Mən Tahir Salahovdan müsahibə götürəndə bilirdim ki, Tahir Salahov anasının tikiş maşınının hesabına çətin günlərdən çıxıb. Onun anası həmin o tikiş maşınında deməli tikdiyi paltarları satmaqla Tahir Salahova dəstək olub. Onun bir bitki var idi, çiçəyi yadımdan çıxdı. Pəncərəsinin qabağında mən o çiçəklə bağlı sual verəndə, o bitki ilə bağlı sual verəndə, o mənə təxminən bir 10 dəqiqə maraqlı söhbətlər elədik. Təsəvvürünüzə gətirin ki, bəzən biz sual verdiyimiz adamlar, məsələn, Sreteli var idi. SSR Rəssamlar İttifaqının
ya da Heykəltaraşlar İttifaqının rəhbəri idi. Məsələn, onun bir əsəri var idi. Moskvada mən görmüşdüm. Gəmidir. Gəmidir və hamı da deyirdi ki, Moskvanı koruyur. Güya. Amma o qədər sevirdi o əsərini. O, bilirsiniz mənə nə demişdi? Demişdi ki, Turgenev mumuya nifrət eləyə bilər, amma mumu onun ən sevimli əsəridir. Mən hazırlaşmasam adamlarla görüşə bilmərəm, axı danışa bilmərəm. Mən onunla nədən danışacağım? Oturum elə deyim ki, zəhmət olmasa deyin, atanız sizi kim görmək istəyirdi? Mən o sualı vaxt verə bilərəm ki, mən bilim ki, onun atası onu kim görmək istəyirdi və o sualı verəndə o mənə yalan desəm, onu deyim ki, düz demirsiniz axı. Bəli, bu anlayıram bu yanaşmanı. Bu jurnalistikanın qaydalarından biridir. Yəni cavabını bildiyiniz sualları verirsiniz. Mütləq cavab bilinməlidir. Ya da ən azı o cavabın heç olmazsa 5 ehtimalı olmalı sizin əlinizdə. 5 ehtimal olmalıdır ki, təsəvvürünüzə gətirin ki, Pierre Cardin gəlib Bakıya. Pierre Cardinlə müsahibə gedirik. Pierre Cardinlə müsahibəni düzdür mən götürmədim. Mən axırıncı anda müsahibə götürməyə imkanını tanıdım. Fəxriyə xanım Xələbov, Allah onun canı salamat eləsin. O da yaxşı bir müsahibə götürdü və içimdə də narazı qaldım özümdən ki, mən belə bir tarix anını əldən verdim. Amma sonra gördüm ki, yaxşısı budur ki, modeler eləsə bu söhbəti. Amma Pierre Cardinlə müsahibədən sonra bir 5 dəqiqə söhbətimiz oldu bizim belə-belə. O dedi ki, mən mebeldə istehsal edirəm. Ayaqqabıda istehsal edirəm. Ətriyyatda istehsal edirəm. Kostyum da istehsal edirəm. Amma çox istəyirəm ki, hamı məni kostyum istehsal edən adam kimi tanısın. Jurnalistikada bunlar hamısı çox vacibdir. Mən jurnalistikanı elə sual verib cavab almaqdan ötürü seçməmişəm ki. Bu mənim üçün nəfəs verib nəfəs almaq kimi bir şeydir. Yəni hər şey şünas olmaq şərtdir. Mütləq. Hər şey şünas olmaq şərtdir. Və deyim sizə ki, insan hər şeyi biləndə dünyaya baxışı tamam dəyişir. Tamam başqa cür baxır. Hər şeyi bilə bilirik sizcə? Heç bilməyə ehtiyacı yoxdur. Öyrənin də, onun ləzzəti elə ondadır. Prosesdədir, hə? Prosesdən ləzzət alın. Öyrənirsiniz. Özü də kim deyə bilər axı? Hər şeydir. Hər şeydir. Dalıca başqa hər şeylər və onlardan doğan hər şeylər də var axı. Bu qalaktikadır. Ehtimallar qalaktikasıdır. Bu düşüncələr, nə bilim, planlar, arzular. Mən bir vaxtlar bizdə bir dəb var idi. Hamı deyirdi, kütləvi informasiya vasitələri. Və bugün də deyirlər o ifadəni. Amma bilirsinizmi, biz artıq çoxdan kütləvi informasiya vasitələri dövründən çıxmışıq. Azərbaycanda indi kütləvi informasiya vasitələri dünyanın bütün inkişaf eləmiş ölkələrində olduğu kimi yoxdur. Var fərdi informasiya vasitələri. Heç kəs də bunu demir. Elə kütləvi informasiya vasitələri mətbuat sözünü deyirik. Mətbuat yoxdur. Mətbuat sözünün kökü nədir? Mətbə, mətbu. Mətbə yoxdur. Əkinçi yoxdur. Qəzet yoxdur. Media var. Düzdür? Amma bizim mətbuat şuramız var axı. Deməli, onun da adını dəyişməyə lazım gələcək. Mənim dediyim nədir? Mənim dediyim odur ki, biz bəzən farmasiyadan farmasiyaya keçidi elə bil ki, heç nəzərə almırıq. Və biz fərqli bir dünyadayıq. Bizi öyrədiblər uşaq vaxtı ki, fəlsəfənin 2 kateqoriyası var. Zaman kateqoriyası var, məkan kateqoriyası var. Kim deyib bunu? O vaxt deyiblər. Bəs virtual zaman deyil. Bəs qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi Lütfüzadə. O bizə hələ nə vaxt demişdi ki, kredit kartları çıxandan bir müddət sonra qlobal böhran başlayacaq dünyada. Çünki pulun gedib harasa çatması fiziki vaxtdır. Amma kartdan ödənişdə fiziki vaxt deyil. Onu sən ancaq qol çəkirsən, o gedib harasa çatana qədər vaxt gedir. Və orada da o qədər proseslər baş verirdi ki. Mən Sovet İttifaqı qəhrəmanı var idi, Kərim Kərimov. Bəli. O vaxt Qaqarindən tutmuşdu, yer kosmonavtlara qədər. Hamı ona çes verib gedirdilər belə. Bəli. Onunla Moskvada bizim söhbətimiz olmuşdu. Onunla təmiz söhbət eləmişdi. O bir dəfə çox qəribə bir, elə müsahibənin gedişində qəribə bir söz dedi. Dedi ki, həyat yoldaşı ilə nişanlı olduğu dövrdə bulvarda gəzməklə danışırdı və deyirdi ki, mən heç vaxt ağlıma gətirməzdim ki, mən kosmosa adam yola salam, eyni zamanda bulvarda həyat yoldaşımla gəzinti keçirdiyim dövrlə arada bir şeyin peşmançılığını çəkəm ki, mənim haqqım çatmır o qədər adamı kosmosa göndərməyə, mənim ağım bir dəfə də kosmosa dəyməyib. Onlar mənə gəlib çes verib gedirlər. Özü belə bir söz demişdi.
Какой, kстати? Niyə? Axı mən kosmosda olmamışam. Doğrudan da Gagarin, Titov, Valentina Tereshkova, nə bilim, var idi da o qədər kosmonavtlar var idi. Hamısı ona çest verib gedirdi. Bu da özünü sığışdırmırdı ki, axı onlar mənə niyə çest verir? Mənim ki ayağım kosmosa dəyməyib. Bəli. Və özünün də qəhrəman adı almasını, o adamların qəhrəman adı alması fonunda o adamlara haqsızlıq hesab eləyirdi. Kildirdi özünü. Bax, məsələ burasındadır. Ona görə də biz bəzən bilirsiniz, anlayışların adını, mahiyyətini, məzmununu tədricən dəyişdiyi sürətlə dəyişə bilmirik. Məsələn, onlar dəyişirlər. Baxın, mən dedim bayaq formasiya dəyişilir. Əvvəllər bizə deyirdilər dünyanı dəyişdi. Tam da bir mənalı fikirləşirdik ki, dünyanı dəyişmək ölməkdir. Düzdürmü? Bəli. Bu yaxınlarda ayın ətrafına uçdular və qayıtdılar, düz aya enmədilər və qayıtdılar. Adamlar bizim anlamımızda dünyanı dəyişdilər. Bir dünyanı dəyişdilər və getdilər. Düzdürmü? Və qayıtdılar. Deməli, dünyanı dəyişmək ölmək deyil. Və dünyadan getmək də ölmək deyil. Dünyadan getmək başqadır. Anlayışlar dəyişir, mahiyyət dəyişir, məzmun dəyişir. Bu mənada mən düşünürəm ki, prosesin özü çox ləzzətlidir. Biz sizin oturub danışırıq, rəqəmsal mühitdir, biz artıq bu telefon var idi, belə DJ-lik, onun adı var idi. Bax, o fırladılan telefondan uzaqlaşmışıq. Mənim yadımda məsələn o telefon var. O telefonu bizim evdə qoyanda o bizdən ötürü inkişaf idi. Çünki bizdə ona qədər üstündə bu fırlanmayan telefon var idi. Zəng gələndə qaldırırdıq, biz zəng vura bilmirdik. Biz onu qaldırırdıq və kommutatorda telefonu Züleyxa xala, Siyabəyəm qaldırırdı ki, bəs haranı istəyirsiniz birləşdirin. Biz də deyirdik, tutaq ki, Ağabey kişini birləşdir. Və yaxud bizim nömrəmiz məsələn kətdə 16 idi. 16-cı klapan açılanda ştepsili salırdılar, bizi danışdırırdılar. Biz o dövrü keçib gəldiyimizə görə artıq o anlayışlar yoxa çıxıb, yoxdur. Su butqaları var idi, su köşkləri, yoxdur. Küçələrdə danışıq məntəqələri var idi, yoxdur. Məsələn, bəlkə də vaxt gələcək ömrün səhifələri filminə baxan adamlar, yəqin ki artıq vaxt, o telefonda danışır, ad boy verir onun qulağına kişi. Fərhad Bədəlbəyli atası oynayır orada, Şəmsi Bədəlbəyli başrolda. Yəni, bu proseslər gedir işinin dalıca, həyatdan sıradan çıxır, yerinə təzələri gəlir. Mən, məsələn, bəzən əsəbləşirəm, deyirəm ki, buna baxı, azadlıq mübarizəsi, ərazi bütövlüyümüz, dövlət suverenimizin bərpası, axı 92-ci ildə, may ayının 15-də Milli Məclisi atəşə tutanlar, nə bilim nə, əsəbləşirəm, Xətai tərəfdə atışma gedirdi, 8-ci kilometrdə atışma gedirdi, uşaqlar niyə bunu bilmirlər? Sonra yadımdan çıxır, birdən yadıma düşür ki, bir dəqiqə deyəni, bu uşaq doğulub 2000-ci ildir. 26 yaşı var. O tamam başqa bir ölkənin, tamam başqa bir mühitin vətəndaşıdır. Başqa dünyaya göz açıb. Və bu adamlara mən bunları deyirəm, başa düşmürlər. Gözümüzün qabağında televiziya dəyişilir, xarakter etibarilə dəyişilir. Məsələn, televiziya janr olaraq çox ciddi deformasiya uğrayır. Mən əlimdən gələn eləyirəm bir televiziya jurnalisti olaraq, müəllif olaraq, sənədi filmlər çəkirik, xüsusi reportajlar hazırlayırıq. Amma axırda görürsünüz, gəlib oturmuşam sizinlə danışıram. Bu televiziya deyil. Bu televiziya deyil. Bu danışan radiodur, bu podkastdır. Burada televiziyanın inkişafı üçün heç nə yoxdur. Amma barışıram, gəlirəm bura. Amma nələrsə fikirləşmək lazımdır deyirəm. Yəni, bilirsiniz, anlayışlar bizdən asılı olmayan səbəblərdən dəyişir və biz başa düşməliyik ki, bu prosesin qabağını almaq mümkün deyil. Sadəcə barışmaq lazım. Buna görə də mövqeyinizi yumuşaldırsınız, zamanla ayaqlaşmağı seçirsiniz ki, bugün buradasınız. Bəli. Çox maraqlıdır ki, sizi tarixi şəxsiyyətlərlə müsahibələriniz var, Mirşahin müəllim. Məsələn, düşünürəm ki, Heydər Əliyevlə müsahibə götürmək. Mənim də var bir arzum cənab prezidentlə podkastda çəkmək qeyri-rəsmi formada. Artıq izləyəcəksə arzumuzdan xəbəri olsun. Yəni, Bəxtiyar Vahabzadə, səhərdən danışdığımız insanlar bu kimi tarixi şəxsiyyətlərlə görüşdən boş qayıtmaq mümkün deyil. Məsələn, elə bir xatirəniz varmı ki, deyəsiz ki, bax, mən filan kəslə bu söhbətdən sonra baxış bucağım dəyişdi, bu sırğanı qulağıma astım və həyatım dəyişdi. Yox, mənim həyatım
hansısa bir müsahibəsindən sonra dəyişmədi. Və yaxud da hər hansı bir fikrini özünüzə Təbii bu hopdurmağınız. mütləq olmalıdır və sözün düzü bu mümkün deyil bunun olmaması. Ola bilməz ki, nəsə indi mən xatırlaya bilmirəm çünki əgər mən qabaqcadan sualları sorsaydım, belə bir sualı alsaydım sizdən hazırlaşıb tapardım da. Amma məsələn mənim aldığım müsahibələrdə mənim vasitəmlə cəmiyyətə çatdırılmış mesajların arasında kifayət qədər son dərəcə əhəmiyyətli olanları var ki, onlar mən və mənim timsalımda Azərbaycan cəmiyyətini dəyişib. Məsələn, mənim 2019-cu ildə Prezident İlham Əliyevlə elədiyim müsahibə tez-tez istifadə elədiyim müsahibədir. Bu günlərdə ondan elə suallara və cavablarda götürüb istifadə edirəm ki, məsələn, bugün dünyada gedən proseslərin böyük əksəriyyətinin konseptual anonsunu o müsahibədə verib. Haqlı olmaq və güclü olmaq barədə, gənclərin rolu barədə, könüllülük prinsipi barədə. Azərbaycan dili haqqında da. Azərbaycan dili yox, Azərbaycan dili bu il olub. 2026-cı ilin yanvarında. Mən danışıram 2019-cu ildə. Və Prezident İlham Əliyev o müsahibədə elə deməli mesajlar vermişdi ki, son müsahibə bir baxın. Fevral ayı, 2019-cu ilin fevral ayı. Baxın görün ki, burada səslənən fikirlərin əksəriyyəti bu günləri ya Trump tərəfindən cavablandırılır, ya Macron tərəfindən cavablandırılır və yaxud bir başqa dövlət xadimi tərəfindən cavablandırılır. Məsələn, mən əminəm ki, o müsahibə və elə 1991-ci ildə Heydər Əliyevdən aldığı müsahibə var idi. 1999-cu ildə Heydər Əliyevdən aldığı müsahibə var idi. 1999-cu ildə Heydər Əliyevdən aldığı müsahibəni yadınızdadsa bir sualını 28 il sonra İlham Əliyevə də verdim. Torpaq haqqında. Bəli, torpaq nədir? Bu, bəli. Ümumiyyətlə suallara verilən cavablardan sən nəsə götürə bilərsən, əxs eləyə bilərsən, amma təcrübə toplayırsan, məlumat toplayırsan, ola bilər ki, hətta dəyişirsən də. Amma bu dəyişikliyi sən hiss eləmirsən, onu başqaları hiss eləyir. Mən məsəl üçün demisiniz ki, gözləntiniz olmayıb. Bəli, mən cəmiyyətdən olan gözləntini nəzərdə tuturdum, amma məsəl üçün Ulu Öndərlə bir videonuzu gördüm. Oradakı üz ifadəniz o qədər xoşuma gəldi ki, o qədər belə ego pikə qalxır ki, orada Vahid Mustafayevlə bir yerdəsiniz. Ulu Öndər sizə yaxınlaşır, sizi tərifləyir, deyir ki, bəzən yaxşı olur, bəzən bizi salır və o anda bir üz ifadəniz yaxşı. Amma təriflənmək xoşumuza gələrdi də. Yox, mən demədim ki, xoşuma gəlmir. Amma yenə də sizi bir motivasiya eləmiş olubdu. Ümumiyyətlə, gəlin belə danışaq da. Biz səmimi söhbət edirik. Mənim tərifdən xoşum gəlmir dediyimi siz hardan çıxartdınız? Yox, gözləntidə olmamaq. Mən gözləmirəm. Amma elə onun gözəlliyi də ondadır ki, sən gözləmədən təriflənirsən. Amma motivasiya da verib. Bu, təbii ki, motivasiya verir. Motivasiyanı bilirsiniz nə verir? Motivasiyanı nəticə verir, tərif yox. Bəzən, məsələn, mənim yadımdadır, həmkarım Kamran xarici ölkələrdən birində stand-up eləyirdi, bizim televiziya dilində desək. Stand-up elədiyi yerdə Prezident İlham Əliyev gəlir, pilləkənlə düşür, yaxınlaşır ona salam verir və çıxır gedir. Kamran isə çox soyuqqanlı şəkildə üzünü çevirir, stand-upını bitirir, bitirəndən sonra zəng vurur mənə. Yəni, motivasiya həmin anda o qədər güclü idi ki, düzdür, peşəkarlıq hesabına Kamran onu qapadı. O emosiyasını göstərmədi. Əslində mən orada olsaydım yəqin ki, stand-up plan, mən birinci növbədə reportyoram. Təbii ki, oradan o saat mən Prezident İlham Əliyevdən növbəti müsahibə almaq fürsəti kimi istifadə eləyərdim. Dəyərləndirərdiniz, yəni fürsətə çevirərdiniz. Bəli. Hətta təəccübləndim ki, Kamran necə belə soyuqqanlı şəkildə dedi ki, çox sağ olun cənab prezident, siz necəsiz? Dedi ki, çox sağ olun, çıxdı getdi. Yəni adamın xəbər yanına gəlib. Özü də hansı xəbər? Ölkənin baş xəbəri. Həmin anda bəlkə də regionun, bölgənin, qlobal dünyanın baş xəbəri və sən onda peşəkarlıqla soyuqqanlı şəkildə davranırsan, deyirsən, çox sağ olun cənab prezident, siz necəsiz? Sağ olun. Ondan sonra da gedirsən. Əlbəttə, bu bəlkə də mənim elə ən yüksək motivasiyam, stimulum mənə deyilən xoş sözlərin əsas müəllifləri ilə Ulu Öndər Heydər Əliyev olub, Prezident İlham Əliyev olub. Amma bu axı yalnız stimul deyil, bu həm də məsuliyyətdir. Bu məsuliyyət, əlavə yük yükləyir. O məsuliyyət, inandırım sizi ki,
heç bir stimul, heç bir tərif haqqında fikirləşməyə yer qoymur. Siz onu ondan sonra doğrultmağa çalışmalısınız ki Allah göstərməsin, gözdən düşmək təhlükəsi ola bilər. Anladım sizi. Sizin dostlarınızdan biri, sizinlə tərəfdaş olan insanlardan biri mənə belə bir məlumat verdi ki, sizin qələminizin itiliyi indiki AI ilə müqayisə oluna bilər. O vaxtın dövrü, həmin itilik o vaxtın AI sayıla bilərdi dedi. Və o vaxt bəli, Aynesin dövründə qərəzsiz, mövqeyi kəskin bir Mişayın Ağayev var idi. Aynes dağıldı, Mişayın Ağayev belə bir təcrübə yaşadı. Bu təcrübənin üzərinə Real TV quruldu. Həmin mövqedə hər hansı bir dəyişiklik varmı? Aynesin dövründəki Mirşahinlə indiki Mirşahin arasında hər hansı bir fərq varmı? Yoxsa zaman, yaş, məsuliyyət o mövqeyi nə zamanın dəxli var bura, nə yaşın mövqeyə dəxli var. Eynidir sizcə? Kəskinlik? Əlbəttə deyil, əlbəttə deyil. Bilirsiniz, hərbçilərin dilində mövqe anlayışının başqa bir mənası var. Məsələn, döyüş gedir, müharibə gedir və siz nə uğrunda mübarizə aparırsınız? Daha əlverişli mövqe uğrunda mübarizə aparırsınız. Daha yüksək mövqe uğrunda mübarizə aparırsınız. Tapşırıqların icrasına, qarşınıza qoyduğunuz məqsədə çatmaqdan ötürü ola bilər ki, tutduğunuz köhnə mövqe, köhnə pozisiya yaramır və siz növbəti mövqeyə çıxırsınız ki, məqsədlərinizi daha ideal şəkildə həyata keçirəsiniz. Bu bir. İkinci, ümumiyyətlə, mənim Aynesdəki mövqeyimlə, realdakı mövqeyim bir jurnalist olaraq birbaşa şəkildə desəm, fərqli deyil. Sadəcə daha açıqdır, daha birbaşadır. Mən onda da Azərbaycan uğrunda, Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin önündə gedirdim. Sadəcə Aynes şirkətlər qrupunda bizim müəyyənləşdirdiyimiz konseptual xətt belə idi ki, dəqiq, qərəzsiz, vicdanlı, ədalətli olmaq lazımdır və bəzən biz müəllif olaraq mövqeyimizi bildirmirdik. Amma Real Təhlil İnformasiya mərkəzinin yaradılmasından sonra mən artıq belə başa düşdüm ki və belə qərar qəbul etdim ki, bayaq dedim axı 1991, 89, 90-cı ildə biz deyirdik ki, bizim vecimizdə də deyil, artıq biz SSR-in dağılması. Burada artıq mövqe olmalıydı. Jurnalisti mövqeyi olmalıydı. Müstəqil media, müstəqil dövlətə lazım olan eləməliydi. Burada artıq o keçmir ki, mənim mövqeyim olmamalıdır. Mən hər iki tərəfin mövqeyini verirəm, özüm çəkilirəm qırağa. Bu yaramaz. Bəli, bəli. Bu artıq Real televiziyasının, Real FM-in prinsipidir. Yəni biz televiziyanın, FM-in məhz mövqeyli xəttinin önündəyik. Və burada da təcrübə işini görmürəm. Mən şəxsən belə hesab edirəm ki, Azərbaycan dövləti bugün öz vətəndaşını hansı mövqeydə olmasından asılı olmayaraq əskər kimi görməlidir, döyüşçü kimi görməlidir. Hər şey bitməyib. Olağımızın dibində hər gün nələrsə baş verir qonşuda və belə bir vaxtda neytraliteti saxlamaq, qərəzsiz olmağa çalışmaq, hansını ki biz Aynesdə eləyirdik və qəbul olunurdu, bu indi yaramır. İndi döyüş vaxtıdır və döyüşdə də bizdən tələb olunan cəmiyyətin tələbi, dövlətin tələbi, mənim əməkdaşlarımızdan tələbim budur ki, hər kəs öz mövqeyinin ortada olmalıdır. Başqa yolu yoxdur. Yəni daha sərt. Daha sərt yox, daha birbaşa, daha açıq. Daha açıq. Bilirsiniz, Troya atı olmaq olmaz. Qarabağ atı olmaq vaxtıdır. Sən Troya atı olanda yəni başqasının atının içində olmayaq, öz atımızın içində olaq. Başqasının atı deyil o. Troya atı başqasının atı deyil. Yəni Troya atı yadınızdadır da. Ölkəyə girən at Bəli. idi və onun içində gizli əzbələr var. Bəli. Biz öz atımız, yəni bilirsiniz məsələ nədədir? Mən açıq danışıram həmişə. Elə bəzən də bu açıq danışmağımın nəticəsində bizim hörmətli sosial şəbəkə linç pərvərlərinin hədəfi oluram. Biz nə istəyirik? Biz yaşamaq istəyirik. Bəli. Biz harda yaşamaq istəyirik? Təhlükəsiz şəraitdə yaşamaq istəyirik. Bu təhlükəsiz şəraitin olmasını harda istəyirik? Evimizdə. Bəli. Evimizin harda olmasını istəyirik?
dövlətimizdə. Dövlətimizin təhlükəsizliyini istəmədən evimizin içində tonqal qalasaq, üstündə evin içindən gedir söhbət. Manqal qoysaq, kabab çəksək və yaxud nə bilim Novruz tonqalı yandırsaq, üstündən hoppansaq, bunun məsuliyyəti kim daşıyır? Biz daşıyırıq. Bəli. Biz bir neçə gün bundan qabaq Azərbaycanda keçirilən WUFON üçün fəlsəfəsini başa düşməliyik. Ev anlayışını başa düşməliyik. Mənzil anlayışını başa düşməliyik. Bəzən insan azadlığını çox ön plana çıxardırlar. Amma elə bu yaxınlarda həmin o forumda səslənən fikirlərdən biri bundan ibarət idi ki, yaxın gələcəkdə 2 milyard insanın kənddən şəhərə köçü nəzərdə tutulur. 2 milyard insandan gedir söhbət. Və bu 2 milyard insan şəhərlərə köçüb mənzillərdə yaşamayacaq. Çünki onlar yaşamaqdan ötürü axı mənzil yoxdur. Belə bir vaxtda biz insan azadlığından danışmalıyıq, yoxsa dövlət azadlığından? İnsan müstəqilliyindən danışmalıyıq, yoxsa dövlət müstəqilliyindən? İnsan azadlığı bu saat bilirsiniz o qədərdir ki, amma dövlətlərin sayı nə qədərdir? Mən şəxsən belə hesab edirəm ki, ölkənin mediasında bugün aparılan işlər ki var, məsələn bizim media agentliyimiz var, digər qurumlar var, Mətbuat Şurasındakı dostlarımız var. Onlar hər şey eləyirlər ki, vətəndaş, oxucu, tamaşaçı öz sözünü desin. Amma bütün bu söhbətlərin, bütün bu sözlərin fövqündə dövlət dayanmalıdır, dövlət. Əgər bu olmasa, bizim bu dövlətimizin başına nəsə gəlsə, mən bu günləri görmüşəm. 91, 92, 93-cü illəri görmüşəm. Mənim yadımdadır. 93-cü ildə mən yardımlıya gedirdim. Biləsuvarın o tərəfində bir şuar yazmışdılar. Talış Muğan Respublikasıdır nağarasında. Onlar yazmışdılar, erməni Biləsuvardan bu yana keçməməlidir. Təsəvvürünüzü gətirirsiniz? Belə bir vaxtları mən görmüşəm. Ona görə də bəzən mənə deyirlər ki, söz azadlığı belə qalib gəlməlidir, nə bilim, nə olmalıdır, bəs küçük yürüşləri, belə filan. Mən çatmır o. Mən hesab edirəm ki, Azərbaycanda bütün azadlıqların, bütün müstəqillərin fövqündə, kökündə, təməlində dövlət müstəqilliyi durur. Nə qədər ki, bu dövlət müstəqildir, azad söz də müstəqildir, müstəqil söz də azaddır. Bu olmayacağı təqdirdə. Onda sizin üçün əsas dövlət azadlığıdır, insan azadlığı ikinci dərəcədə gəlir. Sizə elə gəlmirmi ki, dövlət azadlığının əsas elə A nöqtəsi insan azadlığından başlayır? Yox, insan azadlığının A nöqtəsi dövlət azadlığından Vətəndaş başlayır. azadlığından daha doğrusu. Başa düşdüm. İndi o vətəndaş azadlığı gəlin belə eləyək. Dövlət bir dənədir. Vətəndaş 10 milyona yaxındır. Bəli, Hər bir vətəndaşın azad istəyi onun zövqü ilə bağlıdır. bəli. Düzdürmü? Dövlətin zövqü isə yoxdur. Dövlətin konstitusiyası var, qanunları var. Bəli. Əlbəttə, hər bir vətəndaş azad olmalıdır. Amma o öz azadlığını dövlətin azadlıq saatı ilə tutuşturmalıdır. Əks təqdirdə liberallıq baş verir, anarxiya baş verir. Məsələn, deyim sizə ki, elə şeylər baş verir ki, sən birdən-birə pasifist olursan, birdən-birə deyirsən ki, Zəngəzur nəyə lazımdır, birdən-birə deyirsən ki, bəs də Qarabağdan danışdıq, nə qədər olar? Bunlar dəyərlərdir amma. Başa düşdüm, amma bu dəyərləri fərd olaraq, bayaq dedim axı 10 milyona yaxın vətəndaş var. Fərd olaraq hərə bir cür görür. Hər fərd bir cür görür. Və bu fərdlərin gördüyü azadlıqların ortaq nəticəsində əgər dövlət azadlığı, dövlət müstəqilliyi dayanmırsa, artıq o problemlər yaradır. Biraz bundan qabaq bu fonuşdan danışdıq. Baxın, dünyanın müxtəlif ölkələrindən gəlib Azərbaycanda, bizim paytaxtımız Bakıda çağırışlar eləyirdilər. Bu çağırışların içində nə var idi? Ev, mənzil. İnsanlar küçələrdən evə daşınmalıdırlar. Bu cihazlar bizi küçəyə daşıyır. Evdən çıxardır. Bax, bunlar bizim vahid məkanımız, başımın üstündəki dam, tavan. Yəni bunlar hamısı bizi insan olaraq qoruyur. Biz həmin məntiqlə günlərin bir günü əlimizdəki bu mobil telefonu götürüb, iPad-i, planşeti götürüb arasa gedə bilərik. Bizim orada sərhədə ehtiyacımız qalmır. Çünki sərhəd funksiyasını yerinə yetirən paroldur. Parolu mən bilirəm, özüm girirəm, özüm baxıram, orada da yaşayıram. Və nə baş verir? Və bir neçə insanın, bir neçə min insanın, 10 min insanın, 100 min sonra 1 milyon insanın təcrübəsinə baxın. İlham Əliyev bu il yanvar ayında bizə müsahibəsində nə dedi?
dil damcı-damcı itir. Bəli. Bax, o damcı-damcı itməyi transformasiya edən bura. Və təsəvvürünüzə gətirin ki, hər bir fərd azad olmaq adı ilə green card udmağına sevinir və Azərbaycan vətəndaşlığından imtinanı bayram eləyir. Dostlarına da sağ əlin başında deyir. Nə olur sonra? Sonra o olur ki, Azərbaycan Respublikası prezidentinin kimisə cəzalandırmaqdan ötürü istifadə elədiyi filan kəs vətəndaşlıqdan məhrum edilsini cəza yox, mükafat olaraq qəbul edir. Bax, azad sözün, azad insanın, azad dövlət, müstəqil dövlətlə münasibətlərində belə xırda detallar var ki, o detallar bəzən həyati əhəmiyyət daşıyır. Mən də insan azadlığının tərəfindəyəm. Mən bəlkə də Azərbaycanda söz azadlığının ən bariz nümunəsiyəm ki, mənə qarşı istənilən sözü deyirlər və mən onların heç birini məhkəmə vermirəm, heç bir tərdi görmürəm. Amma indi söz azadlığı yalnız bundan ibarət deyil axı. Bir də bir şey deyim, sizdən soruşmaq istəyirəm. Kim deyib ki, söz azadlığı yalnız media və mətbuat işçilərinin azadlığıdır? Yox, əlbəttə. Mən vətəndaş perspektivindən Vətəndaş azadlığı var, evlərdə danışılan sözlər var, küçədə danışılan sözlər var. Azərbaycan dilində 18+ vulqar sözlərin böyük bir lüğəti var. Azərbaycan dilində kifayət qədər texniki sözlər var, hərbi sözlər var. Söz azadlığı Azərbaycan üçün indiki halda problematik deyil. Azərbaycanda söz azadlığından kasatlıq çəkən kimsə yoxdur. Kim nə istəyir onu deyir. Düşüncə azadlığı sosial şəbəkələrdə. Bəli. Düşüncə azadlığından gedirsə söhbət, bu arada ayrı söhbətdir. Mən şəxsən bir şey fikirləşirəm ki, bizim insanlarımızın düşünmək vərdişlərini cilalamaq lazımdır. Onların düşünmək vərdişlərinə kömək eləmək lazımdır. Məsələn, insanlar çoxlu deyirik, mütaliə eləsin, kitab oxusun, mütaliə eləsin, kitab oxusun. Əlbəttə, oxusun. Amma o kitabları kim yazır? Jurnalistika ilə ədəbiyyat arasında çox qəribə bir münasibət var. Jurnalistikada ən uğurlu nümunə, uğurlu həqiqəti deməyi bacaran nümunədir. Ədəbiyyatda ən uğurlu nümunə peşəkar, uydurulmuş nümunəni təqdim eləməkdən ibarətdir. Yəni biri var olanı yazır, biri görünməyəni yazır. Bəli. Mənim yadımdadır, bir ara bir sorğu keçirmişdilər. Səhv eləmirəmsə Londonda keçirmişdilər və bayaq adını çəkdiyim Anna Kareninanı həyat dünyada olan şəxsiyyət kimi qəbul eləmişdilər və amma Churchilli əsər qəhrəmanı kimi tanımışdılar. Bəzən ədəbiyyatda yaradılan nümunələr, ədəbiyyatda yaradılan insanlar həyatdakı insanlardan da real olurlar. Amma kökündə uydurma durur. Hamı Faust'u oxumub ki, oxumaq lazımdır amma. Kitabın oxunması, mütaliə olunması, bunlar hamısı yaxşıdır. Amma baxır kimi oxuyursun. Məsələn, mən bugün sizə saatlarla danışa bilərəm. Kimləri oxumaq olar, kimləri oxumaq olmaz. Amma bu mənim oxuduqlarımdır. Yəni sizin seçimləriniz. Mənim seçimlərimdir və hər kəsin də özünün seçimi var. Mən o seçimə də hörmətlə yanaşıram. Mən belə hesab edirəm ki, düşüncə azadlığını cilalamağın ən yaxşı yolu, nə qədər bəsit səslənsə dediyim, düşünməkdir. Fikirləşmək lazımdır. Fikirləşmək. Bugün biz, bayaq dedim axı, formasiyaların keçidində yaşayırıq. Siz də yəqin fikir verirsiniz, fərqindəsiniz ki, tarix yoxa çıxır. Tarixçilik yoxa çıxır. Proses olaraq yoxa çıxır. Əvvəllər tarixə düşmək, mətbuata düşməklə bağlı idi. Mənim yadımdadır, 70 neçənci, 80 neçənci il idi. Azərbaycan jurnalında bir Gilenar çiçəyinə dedikləri məsələ var idi, Əkrəm əhalisinin. O çap olunmuşdu və sonra onu hər yerdən yığışdırdılar. Sonra həmin Azərbaycan jurnalını səhv eləmirəmsə təzədən çap elədilər. Məlum oldu ki, deməli siqnal nüsxəsində səhv olub, orada klarinetlə bağlı nəsə söz var. Sonra Əkrəm əhalisini həmin o sözünü pozub, qlavlit deyirdik və bütün jurnallarda həmin o sözün üstündən xətt çəkilmişdi. Yəni tarixdə o cür pozulmuş şəkildə də qaldı. Mən də tutaq ki, tarixdən nəsə götürmək istəyirəm. Hara gedirəm? Axund kitabxanasına gedirəm də. 15 ildən sonra hardan götürəcəm bu bugünkü mənzərələri? Mətbuat yoxdur, qəzet yoxdur. Elektron versiyalarını harda saxlayırlar? Hələlik o ənənə formalaşmayıb. Bəli, o formalaşmayıb. Saytlardan da özünüz görürsünüz ki, bir gün var, sabahları girirsən deyir ki, tapılmadı, nə bilim nə. Tarix yoxa çıxır. Arxivləşmə itir. İtir və mən sizə deyim bir şeyi. Məsələn, prezidentin çıxışında o gün yaxşı bir söz var idi. Deyir ki, Formula 1 yarışlarına müqayisə edir dünya liderlərinin
deməli tarixə və müasirliyə münasibətini və deyir ki, biz baxırıq Formula 1 yarışlarında çox 300 saatda 300 kilometrlə onlar üçün ayrılmış yerdən keçirlər, amma sonra sürəti yığmalıdırlar. Tarixi binalarla olan məsafə var orada, 4-5 metr məsafə deyəsən belə dedi və orada artıq bu divara ziyan vurmamalıdır. Liderlərin gələcəyə münasibəti, inkişafa münasibəti belə olmalıdır. Sürət götürmək, amma tarixi ziyan vurmamaq. Bax, bizim də münasibətimiz indi belə olmalıdır. Tarixə ziyan vurmamaq. Tarixin olmadığı dövrdə bilirsiniz nə baş verir? Hinduların başında lələk saxlayırlar onları New Yorkda Art National Gallery muzeyinin qabağında canlı eksponat kimi gələnlərə göstərirlər ki, bu Hindudur, nə vaxtsa Amerika Birləşmiş Ştatlarının ərazisində yaşayır. Bayaq ki bir yerdə orada qaldım. Green card məsələsi. Sizcə məsəl üçün bunu özünə mükafat kimi sayan insan, siz bunu daha fərqli analiz etmirsiniz. Bunu mükafat kimi sanan insan gələcəyinin Azərbaycanda görməməyə onu daha pis vətəndaş edir? Və ya vətənpərvər duyğusundan azad edir. Vətənpərvər bilirsiniz, sevinirsə yəni buna. artıq adam vətəndaş olmur axı. O vətəndaş olmur artıq, green card alır və gedir. Və sevinir, gedir. Vəssalam, o vətəndaş olmur, necə vətənpərvər ola bilər? O kənardan vətənin təəssübkeşi ola bilər, keçmiş vətənin. Amma o artıq vətəndaşlıqdan çıxmış adam vətənpərvər necə ola bilər? Hətta o vətənpərvər kimi oynasa belə o vətənpərvər deyil. O gedib, green card alıb, sevinib, ziyafət verib, qonaqlıq verib. Mən heç kəsin burada gələcəyini başa düşdüm, amma o vətənpərvərliyi onda niyə ona müncər edirsiniz ki? Axı bu yəni xaricdə yaşayıb vətən həsrəti ilə ürəyi döyünən insanlar da var ki, gələcəyini görmür, amma ürəyi vətəni ilə. Başa düşdüm, amma green card udub gedib artıq vətəndaşlıqdan çıxıb. Bu onun vətənpərvər olmağı sizcə o deməkdir ki, bu Mənim bacım, vətənpərvər deyil. adam vətəndaşlıqdan çıxıb sonra necə vətəni sevə bilər? Vətəndaşlıqdan çıxıb bu. Sistemdən çıxıb. Bir dəqiqə, sistemdən çıxıb vətəndaşlıqdan çıxıb Azərbaycan Respublikasının vətəndaşı deyil artıq. O ondan sonra siz belə biraz paradoksal alınır. Mən təsəvvürünüzə gətirin ki, gəlib deyirəm ki, mən deməli Azərbaycandan çıxıb gedirəm, vətəndaşı olmuram. Hamıya da qonaqlıq verirəm ki, mən green card tutmuşam. Hamı da deyir ki, sağ əlim mənim başıma, nə bilim sol əlim qulağıma və s. və axır bunlar gedirlər və yaşayırlar orada. Biri nə bilim nə iş görür, bir başqası nə iş görür. Azərbaycandan çıxıb getmək hansı ölkədə vətəndaş olmaq başqa şeydir. Amma green card tutub gedib başqa yerdə xoşbaxt olmaq və o xoşbaxtlıq münasibəti ilə bütün keçmiş və gələcək qrindaşlarını təbrik etmək bu o deyil axı. Mən Azərbaycandan kənarda fəaliyyət göstərən Azərbaycanı tanıyıram ki. Azərbaycandan köçüblər, yaşayırlar və yaşayırlar Azərbaycana kömək edirlər və sonradan vətəndaşlıq qəbul edirlər. Başa düşürəm mən bunları. Amma məhz vətəni lotereyada uduzmaq kimi bir şeydir bu. Ki sən sevinirsən ki, mən green card tutdum, falan yerə gedirəm. Hamı da səni təbrik edir. Mən çatmır bu. Mən subyektiv ola bilərəm, mən haqsız ola bilərəm, amma mənim düşüncəm belədir ki, bu düzgün deyil. Fikir ayrılığı yaşayırıq. Çünki biraz bunu vətən xaini kimi danışırıq. Axı mən vətən xaini demədim. Vətəndaş deyil bu. Green card udmuş adam vətəndaşlıqdan çıxırsa və gedirsə, o vətəndaş deyilsə vətənpərvər ola bilməz. O vətəndaş deyil, getdi o. Getdi, vətəndaşlıq qutardı, oynandı, getdi. Ondan sonra nə edəcək? Gedib orada pul qazanıb Azərbaycana pul göndərəcək. O vətəndaşlıq olmur. O olur keçmiş vətəndaş, green cardla xoşbaxtlığını başqa yerdə udan insanın Azərbaycana humanitar köməyi. Onun vətəndaşlığı və vətənpərvərliyi heç bir dəxli yoxdur. Gələcəyini Azərbaycanda görmürsə bir vətəndaş bunun məsuliyyətini kim daşıyır sizcə? Bunun məsuliyyəti birinci növbədə həmin o vətəndaş özü daşıyır. Bu bir ikincidir ki, hər bir kəs istənilən ölkədə gedib yaşamağa tam haqqı çatan insandır. O özü bilər harda gedib yaşayar. Biz ayrı məsələlərdən danışırıq. Biz danışırıq green carddan, yoxsa başqa bir ölkədə gedib yaşamaqdan. Yox, green card udub gedib başqa ölkədə yaşamağı seçir. Çünki öz gələcəyini, uşağının gələcəyini Azərbaycanda görmür. Və vətənpərvər olur. Mən elə hesab edirəm ki, belə insanlar var, məcburiyyətlər, şəraitləri dəyişə bilir. Bilmirəm. Mən bildiyim odur ki, vətənpərvər olmaq üçün harda olmasına sormuruq, vətəndə yaşamaq lazımdır. Sözün kökü vətəndir. Pərvər də pərvərişdir, pərdir və s. və axır. Azərbaycan dilini bilən bir adam kimi deyirəm. Onun üçün başqa söz tapmaq lazımdır.
Nə qədər Azərbaycanlı var ki, Azərbaycandan çıxıb gedib kənarda yaşayıblar, nə bilim, salam göndərirlər, aleyküm salam alırlar və s. və ilə. Onların heç birinin seçimini şübhə altına qoymuram. Mənim dediyim başqa şeydir. Mənim dediyim odur ki, ümumiyyətlə insanlar çox dayandıq bunun üstündə nəsə. İnsanların green card udması, hətta bunu belə afişalandırılması, xoşbaxtlıq kartı kimi təqdim edilməsi, təbliğ olunması 100% ərazi bütövlüyünü bərpa eləmiş, dövlət suverenliyi təmin eləmiş ölkənin vətəndaşlarına necə deyim, yumşaq deyim, hörmət deyil. Anladım. Sizin belə bir niyyətiniz var deyəsən, green card tutmaq. Yox, belə bir niyyətim yoxdur. Vətənimdə qalmağı sevirəm, burdayam. Bir dəfə Qədirə Paşayeva ilə söhbət zamanı məndən belə bir şey dedi. O vaxt çox gənc idim və belə bir fikrim var idi ki, mən istəyirəm ki, uşaqlarım xaricdə təhsil alsın və qayıtmasınlar kimi belə bir fikrim var idi. Təbii ki, uşaqlar balaca olanda bunu belə səsləndirmək çox asandır, amma o vaxt vədə çatanda təbii ki, o parçalanma insana ağrıdır və çətinləşir. Bu fikrimə görə məni çox utandırmışdı. Mən demişdi ki, sən kimi bir qadın bu məmləkətə 3 vətəndaş yetişdirəcək və o heç bir Azərbaycana qalmayacaq. Bu fikrimdən ciddi utanmışdım və əməllicə düşünmüşdüm ki, həqiqətən də okey, bəzilərimiz xoşbəxtliyi və gələcəyi burada görmürük, gedirik. Bəs vətənə kim qalsın? Bəli, burada bir ciddi fikir ayrılığı yaşayıram sizlə. Yəni bu da var, bu da var. Heç kim bir-birindən artıq deyil. Yəni mən Aynur olaraq vətəndə qalmağı seçirəmsə, Amerikaya getmiş məsələn Sofidən artıq vətənpərvər görmürəm özümü. Mən bu fikri müdafiə edirəm. Deməli, Aynur xanım, mən sizin fikirlərinizə, iradənizə zor tətbiq eləmək niyyətində deyiləm. Təbii ki, söhbət edirik. Bəli, söhbət edirik. Mən sizə bir şey deyim sadəcə. Vətən elə anlayışdır ki, çox təəssüf ki, Azərbaycan dilində artıq onun anasını elə ağladıblar ki, adam o sözü deyəndə elə bil ki, artıq köhnəlmiş bir ifadə kimi dilinə gətirir. Amma bu, bayaqları mən dedim axı, vətən anadan sonra ikincidir də. Axı, sizlə mən bu mübahisəni elə bilmərəm. Təbii ki. Bilirsiniz niyə? Təbii ki. Başa düşürəm hansı Yox, mən sizə deyəcəyim, bəlkə də sabahları yeni bir prosesin başlanğıcı olacaq mənə qarşı. Amma axı mən vətən deyiləm, sizsiz vətən. Sizsiz vətən. Siz qadın olaraq, ana olaraq vətənsiz. Qərarı siz verin. Mən onu sizin içinizdən gəlmiş bir insan olaraq deyirəm. Sizi isə bizi yaradan kimi deyirsiniz. Fərqimiz bundadır. Bax, bu mənada vətənin taleyi sizin əlinizdədir. Yəni, mən çıxıb gedə bilərəm arası. Green card udub sevinə də bilərəm. Amma Aynur xanım green card udmağa sevinməməlidir. Çünki siz vətənsiz. Vətən. Başa düşürsünüz? Və sizin o addımı atmağınız, nə bilim, mən onu başa düşə bilmərəm. Çünki axı sizi ilə görün 100 minlərlə Azərbaycanlı, milyonlarla Azərbaycanlı gedir. Qurani Kərimdə deyilir. Bir insanın ölümü aləmin ölümüdür. Bir ananın getməyi harasa, bir vətənin getməyidir. O vətən anlayışının içinə bir dənə girin, zəhmət olmasın. Bayaq dedim axı, sevgidə mütləq içəri daxil olmaq istəyirsən. Sizin arasa getməyiniz faciə deyil, bəlkə də sizdən ötürü insan kimi, amma vətən kimi faciədir. Bu mənada mən, Allah rəhmət eləsin, Qədirə Paşayeva mənim jurnalistikada çox hörmət elədiyim insanlardan biri olub və mən fəxr eləyirəm ki, mənim elə bir tələbəm olub. Amma Qədirə Paşayeva artıq elə bir vəziyyətdə idi ki, özü də müəllimi idi. O artıq özü öyrədirdi. Məsələn, mən ona bəzən hərdən fikirləşirdim ki, bu adam öz şəxsi həyatını, gələcəyini, saadətini, bir ana olaraq saadətini, onun bir məşhur şeiri də var idi, mən ana ola bilmədim ana. O hamısını qurban vermiş bir adamdır. Vətən fədaisi demək. Bəli, bu qurbandır, bu özü də, axı, bu yaxınlarda Kəlbəcərdən bir film eləmişdim mən. 32 il nişanda. O filmdə bir qadından söhbət gedirdi. Nişanlısını 32 il gözləyən və sonra da qəbrin üstündə müsahibə eləmişdim mən oyuna. O qadın orada dəhşətli sözlər deyirdi. Bir dənə də sözü
Film qutarandan sonra dedi, çəkiliş qutarandan sonra dedi. Və mən sonra onu filmə saldım. Hamısını danışdı, qutardı. Gəlib kənarda dayandı. Belə baxdı, belə dedi. Gilanarı elə yaxşı oynayırdı ki. Anur xanım, o qadın mənim üçün özü qəribədir ki, onun o mehman idi deyəsən. Gələcək həyat yoldaşının əri olmamış oğlanın adı. O müsahibəni verəndə mən baxdım, mehman ortada uzanıb, yanında da iki şəhid dostu var. Mən filmində belə bir cümlə vermişdim ki, bu sağdışla solduş arasındakı bəy idi də. O da əbədiyyət gəlini kimi dayanırdı. O qadının yaşadığı ölkənin vətəndaşı olub, necə qıyın kart udub xoşbaxt olmaqları. Mən bəlkə də mən pafosla danışıram. Ola bilər ki, pafosla danışıram. Mənim işimin həm də bir tərəfi budur. Amma başa düşmürəm də. Başa düşmürəm. Və mən bir də deyirəm, burada sizin bir üstün cəhətiniz var məndən. Ola bilər ki, siz məni oyuna uda bilərsiniz. Siz vətənsiz, mən vətən deyiləm. Ona görə də qərarı siz verin. Bu müsahibə bitəndən sonra da bu fikrinizin üzərində dayanın və özünüz görəcəksiniz ki, haçalama yoxa çıxacaq. Demək bu yaxınlarda Azərbaycanda bir şagird əlinə silah aldı, məktəbə getdi, müəlliməni güllələdi. Biz bu məsələni ictimaiyyətdən gizlədilər, hüquqi nəticələrini heç bir şəkildə cəmiyyət olaraq bilmədik. Bir müddətdən sonra bütün xəbər səhifələri, mənbələri Vahid xəbər başlığı ilə belə bir xəbər paylaşdı ki, Azərbaycandakı güllələnən müəllimə həmin şagirdi bağışladı. Bu həm cinayətdir, həm də ictimai bir siqnaldır ki, Azərbaycanda cinayət bağışlanıldı, bu cəmiyyətə çatdırıldı. Bu deməkdir ki, o təfəkkürdə olan yeniyetmələr və gənclərə aşıladıq ki, gənc, Azərbaycanda cinayət bağışlanılır. Gələcək cinayətlərə də toxumlar əkdik. Sizcə gələcək cinayətlərə əkilən toxumların məsuliyyətini kim daşıyır? Media, səssiz qalan cəmiyyət, yoxsa hüquq mühafizə orqanları? Hüseyn Cavidi oxumusunuz yəqin. Hansını? Əsərlərini oxumusunuz, dram əsərlərini oxumusunuz. Mən deyəcəm üçün Hüseyn Cavidi soruşdum. Əvvəla mən o məlumatı sonadək bilmirəm. Mən də bilirəm ki, o müəllimə o uşağı bağışlayıb. Bəli. Amma hansı şəraitdə bağışlayıb, hansı şərtlər əsnasında bağışlayıb, təmənalı mı bağışlayıb, təmənasız mı bağışlayıb, təzyiq altında mı bağışlayıb, bunları bilmirəm. Amma inanmaq istəyirəm ki, müəllimə təmənasız şəkildə o uşağı bağışlayıb. Dedim, axı inanıram yox, inanmaq istəyirəm. Əgər belədirsə, deməli Hüseyn Cavidin əsərindəki ananın hərəkətini eləyib, övladının qatili olan düşməni evində gizlədib və sonra da onu qoruyub, onun dalıca həbs eləməyə gələn adamlardan onu qoruyub və sonra da bir ana kimi onu bağışlayıb. Və bu Hüseyn Cavid boyda azman dramaturqu məcbur eləyib ki, bax onun obrazını bizim tariximizə, ədəbiyyat və əbədiyyət tariximizə belə gətirsin. Əgər belə bir şey varsa, müəllimə sadəcə olaraq uşağını bağışlayıbsa, bu əyani nümunədir və bəlkə də o uşağı cəzalandırmaqdan daha çox bu addım onun islah olunmasında kömək edə bilər. Yox əgər nəyinsə müqabilində bağışlayıbsa, adam gətirib ona pul veribsə, barışığa gediblərsən. Mən kənd uşağıyam da, o vaxt mənim yadımdadır. Qız qaçırdırdılar, sonra gəlirdilər, qapını döyürdülər, nə bilim, biraz un, biraz düyü, biraz qənd, heyvan falan gətirirdilər, bir yüngül toy deyirdilər. Adı da belə idi ki, qız qaçırtmaq olardı, döndü, adət ənənədir. Əgər ortalıqda belə bir təmənna varsa, təbii ki, bu çox ciddi siqnaldır və bu gələcəkdə daha böyük cinayətlərin baş verməsinə səbəb ola bilər. Üçüncü məsələ, hüquq mühafizə orqanlarının bu işdə məsuliyyəti məsələsinə gəlincə, mən o məsələnin araşdırıldığını bilirəm. Amma bu məlumat yayılandan sonra ki, artıq barış olub, mən bilən, artıq barış olandan sonra hüquq mühafizə orqanları da hansısa bir sənədi qəbul eləyir və onunla da cinayət işinə xitam verilir. Təkrar edirəm, bu üçüncü məlumatım mənim dəqiq deyil.
bir ehtimal haqqında fikrimi bütöv dedim. Bir ehtimal haqqında ümidlərimi sizə çatdırdım. Üçüncü ehtimal haqqında isə məlumatım olmadığını susuram. O ki qaldı şagirdi müəllimə bu cür silah qaldırmasına. Bu çox təəssüf ki, rəqəmsal platformaların dünyaya, bizim təfəkkürümüzə gətirdiyi yeni təhlükəli tendensiyanın nəticəsidir. Amerikada da bu baş verir, Türkiyədə də baş verir. Yaya gəlmişən o hadisələrdə bir neçə gün sonra yadınızdadır. Türk kəndi məktəblərindən birinə girdilər, açdılar və bu artıq ümumi bir bəladır və bu ümumi bəla ilə də ümumi mübarizə aparmaq lazımdır. Mən yenə də deyirəm, rəqəmsal platformalar çox ciddi təhdidə çevrilib. Rəqəmsal platformaların müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Amma elə tərəfləri də var ki, o tərəflər insanı bəzən öz dövlətinin, öz vətəninin yox, öz ailəsinin düşməninə çevirir. Neçə nəfəri öldürdü o? Bəli, məktəbdə bəli uşaqlar öldürüldü. Yox, mən Azərbaycanda oldu deyə 5 nəfər qohumunu öldürdü, bir nəfər. Əhməd. Bəli. Axı biz siz necə deyim Aynur xanım, mən bir şey deyim də sizə. Əvvəllər övladı tərbiyə edən ata idi, ana idi, bir də yaxın qohumlar idi da. Oturduğu. Mən məsələn yadımdadır, tildən araba düzəldirdik, çiling ağacı oynuyorduk, arabalar sürürdük, nə bilim, komandalara bölünürdük, qaş tutdu oynuyorduk, bayraq götürdü oynuyorduk, şəkməndə oynuyorduk. Yəni kollektiv oyunlar var idi da. Bu insanları kollektivçiliyə öyrədirdi. Adamlar bir yerdə olurdular. Və onda sənin yaşadığın mühit, sənin yaşadığın ərazi sənə həm də fiziki cəhətdən təmas imkanı verdiyinə sən onu hiss edirdin, duyurdun. Torpağı duyurdun. İndi sən torpağı duymursan. Sənin torpağın buradır, mənim torpağım bir başqa şirkətdir və buradır. Yəni biz insanların bir-biri ilə ünsiyyətinin qarşısını alan bir dövrlə üzrəyik. Təmasın, dostluğun xarakterinin anlayış olaraq dəyişdiyi bir dövrdəyik. Bayaq danışdıq anlayışların mənasını, məzmununu müzakirə edəndə. Belə bir vaxtda axı siz bilmirsiniz ki, bizim məsələn mən bilmirəm ki, bizim balamızı bizdən başqa daha kim tərbiyə edir YouTube-da? Bax burada kim ona dərs deyir? Biz bilmirik. Ona görə də elə məsələlər var ki, o məsələlərin həlli yalnız 1-2 nəfərdən, 1-2 qurumdan asılı deyil. Mən Azərbaycan polisini ən müxtəlif vəziyyətlərdə necə fədakarcasına mübarizə aparan görmüşəm. Təbii ki, ona şübhə yoxdur. Baxın, yağış olur, polis orada. Qar olur orada. Şuşanın işğaldan azad olması zamanı mən bir qayıdış filmi çəkmişdim. Qayıdış filmində polislə müsahibə edirdim. Orada 2 adam var idi, hansı ki, birinin adı Nurlan idi, obrasının adı yadımdan çıxıb, hatırlasam onu da deyərəm. Onlar mənə at ayaqlarının izində yığılıb qalmış suyu necə içdiklərini danışırdılar. Ulan da deyirdi ki, elə dadlı idi ki. Yəni, bu polis burada da var, orada da var. Amma çox təəssüf ki, hər şeyi izləmək mümkün olmur. Əvvəllər bizim sərhəd anlayışımız var idi. Sərhəd anlayışı hamı bilirdi də. Nə bilim, cənubda filan yerdədir, şimalda filan yerdədir, qərbdə, şərqdə filan yerdədir. İndi sərhəd oralarda deyil axı. Sərhəd həm də buradadır. Sərhəd hər yerdədir, evindədir. Sizin oturduğunuz otağın o birisi tərəfində balanızın oynadığı telefondadır. Bax, belə bir vaxtda siz kimi günahlandıracaqsınız? Cəmiyyəti? Yox. Bəlkə də həmin o addımı atan adam, bağışlayan da, zərbəni vuran da, atəşi açan da elə eyni mühitin adamlardır. Biz bilmirik axı. Bəs deyirdinizə ki, məsəl üçün deyək ki, bu adam barışıq ittifaq bir baş veribdirsə, polis də hər hansı bir şəkildə bir nəsə sənəd alıbdırsa, bu hadisə əyalətdə baş verməyib. Bu müstəqil... Amma sizin o hadisə haqqında məlumatınız yoxdur mənimki kimi. Mən dedim axı... Amma ortada bir cinayət reaksiyası var. Bəli, icazə verin mən bir dənə sizə deyim. Təxminən 3 il bundan qabaq hansısa kitab dükanından kitab uğramışdılar. Bizim hörmətli nazirlərimizdən də biri status paylaşmışdı ki, kitabı oxuyan adam, kitabı uğurlayan adamın məsuliyyəti olmaz, kampaniya başladılar, nə bilim, nə edilə bilmirəm, deyəsən onu da hətta buraxdılar da, deyəsən. Axı, o da cinayətdir də. Axı, bir cinayətə cinayət deməyib, başqa bir cinayətə cinayət deyəndə, bilməliyik ki, o bizim bir cinayət ki var idi ki, ona cinayət demədik, onun törəməsidir də bu.
Axı yenə də deyirəm, mən bilmirəm iş bağlanıb, bağlanmayıb. Nə sizin məlumatınız var, nə mənim məlumatım var. Mən də faktla işləyən jurnalist olaraq əlimdə olmayan bir ehtimalın dalıca düşüb qaçmaq istəmirəm. Mən o məlumatı öyrənib deyə bilərəm ki, nə oldu o işin axırı. Çünki o yalnız və yalnız bir-iki informasiya subyektində getdi, bir-iki saytda getdi və sosial şəbəkələrin daha çox qeyri-ciddi təbəqəsini təmsil edən insanların müzakirələrində getdi. Xəbərim yoxdur mənim. Mən də bilirəm ki, bəli, o hadisə baş vermişdi. Bizim şirkətimizin yanında elə o ərazidə səhv eləmirəmsə baş vermişdi. Əvvəl bir məlumat getdi, səhv eləmirəmsə direktor dedi ki, belə bir şey olmayıb, sonra məlum oldu ki, yox olub, sonra aydınlaşdırdılar, sonra tutdular, sonra məlum oldu ki, xanım əməliyyat olunub. Yəni bütün bunları mən bilirəm. Amma nəticəni axı biz bəzən hansısa bir araşdırmanın nəticəsini 6-7 ildən sonra da görürük. 6-7 aydan sonra da görürük. Yenə deyirəm, mənim məlumatım bir informasiya kanalının rəhbəri olaraq sizə danışdığım qədərdir. Hüseyn Cavidi də bura ona görə şahid çəkdim. Yəni Azərbaycan qadının içində bir bağışlamaq anlayışı var. Azərbaycan anasında da var bu. Azərbaycanın elə qaçırılmış qızlar ilk növbədə öz gələcəklərinə bağışlamırlar. Əslində bağışlamamalılar, aparmalılar, onu verməlidirlər polisə. Amma necə bağışlayırlar? Barışlayırlar. Bir nəfər də ağsaqqal düşür qabağa ki, indi olubdu da. Ağzı-buzu şirin eləyir. Amma əslində cinayət daxı bu. Bəli. Ona görə də onun buna dəxli yoxdur. Genetik kodda qadınlarımız hər halda bağışlayır da. Yəni bu nöqteyi nəzərdə mən düşünürəm ki, işıqlı tərəf budur ki, qadın bağışlayır. Təhlükəli toxumlar əkilib. Bəli, təhlükəli toxumlar əkilib və bu təhlükəli toxumlar orada əkilməyib, burada əkilib. Təhlükəli toxumlar güruh təzyiq altında, güruh təlqinçiliyi altında baş verən proseslərin qarşısında ağıllı adamların geri çəkilməsidir, səndələməsidir, müqavimət göstərməməsidir. Bir nəfərin linçinə kənardan təkan verməsidir, susmasıdır və nəticə etibarında buna gəlib çatır. Bu bir hal deyil, 2 hal deyil, 3 hal deyil. Başqa misallar da çəkə bilərəm. Kontrol eləyə bilmərik. Bəli. Hər halda mən umud edirəm ki, əgər o adam hörmətli o müəllimənin fanatıdırsa, bərəsi şikarıdırsa, bunu tutaq ki, hansısa bir başqa zəmində lirik sentimental duyğuların diktəsi altında eləyibsə, hətta onu da başa düşmək olar. Amma yenə deyirəm, məlumatım azdır. Mən bilmirəm. Anlayıram. Müsahibəmizi 3 sözlə ifadə eləsəz necə eləyərdiniz? Nəticədə bu podkastdır, başqa qoldur. Əvvəla deyək ki, bu müsahibə deyil. Müsahibənin öz tələbləri var, öz göstəriciləri var, özünün şərtləri var. Bu söhbətdir. Söhbət sizin mənə verdiyiniz suallar əsasında mənə verdiyim cavablarla yekunlaşdı və bu mənim yadımda əvvəla sizlə qalacaq ki, siz kifayət qədər hazırlıqlı xanımsınız. Eyni zamanda bu sizin dizaynınızla qalacaq. Məsələn, maraqlıdır da, hər halda maraqlıdır. Maraqlıdır, bu uzaqdan güzgülərin vasitəsilə tunel effekti yaratmışsınız. Bu da yaxşıdır. Normaldır, qaydasındadır. 3 sözlə isə yalnız belə ifadə eləmək olar ki, söhbətdən razı qaldım. Mən sizə təşəkkür edirəm. Vaxtınızın nə qədər qiymətli olduğunun fərqindəyəm. Bu vaxtı bizə ayırdığınız üçün mənim Mirşahin Ağayev kimi Azərbaycan mediasının öndərlərindən biri ilə xatirəmin olmağına şərait yaratdığınız üçün sizə təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Və əminəm ki, hələ bir 3-4 veriliş lazımdır ki, mən sizlə o söhbəti istədiyim mövzulara ala bilim. İnşallah qismət olsa yenə görüşək. İnşallah Aynur xanım. Əsas odur ki, biz danışdıq. Bizim bugün gündəlikdə olan mövzularımızla bağlı danışdıq. Səmimi danışdıq. Mən hər halda çalışdım ki, səmiyyətdən kənar çıxmayım. Hər şeyə görə çox sağ olun. Umud edirəm ki, maraqlı olacaq və bizim orta statistik tamaşaçımızın, dinləyicimizin zövqüncə olacaq. Yenə deyirəm, zövq çox mürəkkəb məsələdir. Bəli, çox. Mən hər halda çalışdım ki, necə deyərlər, sizi mənim haqqımda olan ümidlərinizi yerə vurmayım. Çox təşəkkür edirəm, var olasınız.
Dostlar, siz isə bizim əsas qazancımız sizin rəylərinizdir. Çünki sizin rəyləriniz bizə istiqamət verir. Növbəti Hər Şey Şünaslarda görüşənə qədər.